Salam, axşamınız xeyir olsun. Bugün Lav Akademinin növbəti vebinarı ilə qarşınızdayıq. Təlimçimiz Aynur Əhmədova. Mövzumuz isə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla emosional əlaqənin qurulmasıdır. Sizdən xahişim odur ki, təlim müddətində səsləri bağlı saxlayaq, təlimçimizə mane olmayaq. Əgər nə sualınız varsa da chat bölməsində yaza bilərsiniz. Axşamınız xeyir olsun Aynur xanım. Sözü verim mən sizə, çox uzatmadan istəyirsiniz, başlayaq. Salam hər kəsə, bir daha hər kəsin axşamı xeyir olsun. Necəsiniz? İlk öncə çox şadam ki, yorğun iş gününün sonunda istər evdə, istər iş həyatında həqiqətən yorğun günlər keçir hər kəs. Maraq edib bu webinara qoşulduğunuz üçün sizə minnətdaram dərindən. Vaxt keçirmədən istəyirəm ki, özüm haqqında qısa məlumatlar verim, daha sonra mövzumuza keçək. Mövzu həqiqətən də inanıram ki, maraq dairənizi təsir edəcək. Özüm haqqında belə deyək, Əhmədova Aynur adım, pedaqoji təhsili məktəbəqədər təlim-tərbiyə ixtisası üzrədir. 11 il aşkın müddətdir ki, artıq bağça sahəsindəyəm. 17 yaşımdan bəri diplomu əlimə aldığım gündən bəri bağçadayam, fasiləsiz şəkildə işləyirəm. İlk təhsilim, belə deyək də, ilk iş həyatım 6-7 ilini Azərbaycanda oldum. Daha sonra Rusiya Federasiyasına gəlməli olduq və mən hal-hazırda Rusiya Federasiyasında dövlət bağçasında pedaqoq müəllim kimi fəaliyyət göstərirəm. Artıq 4 ildir. Ümumilikdə işim haqqında desəm, ilkin başlanğıcda mənim üçün həqiqətən uşaqlarla işləmək çox çətin gəlirdi. Hətta bacarmayacağımı düşünürdüm. Çünki uşaqla işləmək, uşaq məsuliyyətini qəbul etmək çox çətindir. Amma daha sonradan yaxşı ki bu addımı atdım dedim. Yəni əvvəlki 17 yaşındakı Aynura qayıtsam və ona çox şey borcluyam. Yəni yaxşı ki o addımı atdım, qorxaraq atdım, amma yaxşı ki o addımı atdım və buradayam. Uşaqlar, bəzən biz düşünürük ki, biz uşaqlara nəyisə öyrədirik, inkişaf elətdiririk, amma inanırsınız ki, uşaqların mənim həyatıma toxunuşları o qədər gözəl olub ki, və mənim psixologiyamda, baxış bucağımda çox böyük dəyişikliklər yaradıblar. Həyata baxış bucağımı dəyişiblər, daha pozitiv, daha yaxşı yöndən baxmama yardım ediblər. Xüsusən də xüsusi qayğıya ehtiyacı olan uşaqlar. Əslində belə məktəbəqədər təlim-tərbiyə ixtisasını oxuyarkən inklüziv təhsili bir yerdə aparırdım hər zaman və hər il biliklərimi təzələyirdim. Yəni yan-bayan gedirdi mənim üçün hər iki peşə, belə deyim. Bura gələndən sonra ilk işim, onu deyim ki, mən bura gələndə rus dili səviyyəm aşağıdır. Çünki 11 il ərzində mən, belə deyim, heç rus dilində maraqlanmamışdım, oxumamışdım. Ən çox ingilis dili təmayüllü idi və bura gələndə çox əziyyət çəkdim. Mənə dedilər, işləmək olmaz. Yəni, diplomun var, işləyə bilməzsən, uşaqlardan ayrı qala bilmərəm. Və mən daya kimi başladım ilk işimə, birinci il. Daya kimi başladım və işləməyə başladım. Bu ilkin mərhələdə ilk birinci ilim bu cür getdi. Daha sonra artıq ikinci, üçüncü illərdə mən başladım artıq pedaqoq müəllim kimi fəaliyyət göstərməyə. Prosta burada, yəni sadəcə burada bir fərq var. Pedaqoq müəllim deyilmir burada. Vəsbitatil və mılış vəsbitatil gedir. Yəni tərbiyəçi və tərbiyəçi köməkçisi. Və mən tərbiyəçi kimi, yəni tərbiyə verən ocaq, yəni tərbiyə edən insan mənasında gedir. Buna görə burada bağçada işləyənlərə, pedaqoqlara müəllim deyilmir, tərbiyəçi deyilir. Və tərbiyəçi kimi fəaliyyətə başladım. Uğurlarım bol oldu və sonunda inklüziv qruplara daxil oldum. İnklüziv qruplarda da yaxşı nailiyyətlər əldə etdikdən sonra alt qruplara daxil oldum. Bizim bağçada belə bir qrupa var, komanda var, belə deyək. Alt qruplar nədir ki, biz bunu Azərbaycana gətirmək istəyirik. Bu haqda fikirlər bölüşürəm Azərbaycanda olan kolleqalarımla da. Azərbaycan bağçalarında inklüziv qruplar hal-hazırda limitlidir. Ya özəl bağçalarda daha çox var və yaxud da ümumiyyətcə yoxdur. Dövlət bağçalarında bir-iki yerdə eşitmişəm ki, var. Çünki maliyyəti və iş baxımı çox çətin olduğuna görə hələ ki bu üzrə fəaliyyət demək olar ki, yoxdur. İnklüziv qruplar məktəblərdə olduğu kimi burada da bağçalarda bizim qrupda 6 inklüziv qrup var. 6 inklüziv qrupunda alt təbəqəsi var. Alt təbəqə nədir? İnklüziv qrup nədir? Heç kimi fərq qoymadan uşaqların bir yerdə təhsil alacağı bir sistem yaratmaqdır. Və burada təbii ki, psixoloji cəhətdən məsələn geridə qalmış uşaqlar, inkişafda ləngiyə, nitqində nitq qüsurları olan uşaqlar, sensor bacarıqlarında geridə qalmış uşaqlar, avtizm spektr pozğunlusu olanlar, Down sindromu olanlar, fiziki məhdudiyyəti olanlar hətta bura daxildir. Və onların inklüziv qruplarda normal anlayışı, biraz mənə bu sözü ifadə eləmək biraz kobudca gəlir, normal uşaqlarla bir yerdə. Məncə uşaqların hamısı fərqlidir. Yəni digər yaş qruplarına, belə deyək, bir yerdə təhsil alıb daha yaxşı nəticə vermək üçün belə qruplar yaradıldı. Mən alt qrupdayım. Alt qrup nədir ki, burada sırf
xüsusi qayğıya ehtiyacı olan uşaqlardır. Əlavə uşaqlar, digər yaş qruplarından uşaqlar yoxdur. Burada fiziki məhdudiyyət uşaqlarımız var. Burada psixoloji gərginliyi, psixoloji geriləməsi, nitq qüsurları, sensor tərbiyəsində müəyyən problemləri olan, autizm spektr pozuntusu olan uşaqlar, Down sindromu olan uşaqlar var. Fiziki məhdudiyyətə bura serebral iflic olan uşaqlar və görmə məhdudiyyəti olan uşaqlar da daxildir ki, biz onların hər biri ilə ayrılıqda məşğul oluruq və qruplar içərisində ən alt qrup, ən çətin qrupdadır. 5 mütəxəssis məşğul olur burada. Pedaqoq müəllim, yəni tərbiyəçi burada deyildiyi kimi, psixoloq, nevroloq, loqoped, dialektoloq. Dayə də var, dayə də işin içindədir və elə əziyyətin ən çətin versiyasını o görür uşaqların geyimi, baxımı barəsində və hər birinin ayrıca fərdi şəkildə, hər biri ilə ayrıca məşğul olunur, saatlara bölünür. Diaqnozu isə biz qoymuruq, burada klinika diaqnozu qoyur, bizim ixtiyarımız yoxdur ki, hansısa bir uşağa diaqnoz qoymaq tövsiyə verə bilərik sadəcə və diaqnozu qoyduqdan sonra uşaqlar bizə və klinikada nevropatoloq qərar verir ki, bu uşaq hansı qrupa gedə bilər. Onun belə qərarı nevropatoloq verir, biz vermirik. Və uşaq bizə gələndə diaqnoz əlində kağızla gəlir, təsdiq olunur və alt qrup mu olacaq, inklüziv qrup mu olacaq, bu barədə artıq müzakirələri biz aparırıq. Artıq burada qərar bizə qalır. Və bunun nəticəsində çox uğurlarımız var. Bəzən mənə deyirlər ki, sosial mediada nə işlərinizi paylaşmırsınız? Burada bir qanun var. Xüsusi qayğıya ehtiyacı olan uşaqların paylaşılması qadağandır rəsmi şəkildə və cərimədir. Çünki həssas mövzu sayıldığına görə biz işlərimizi, uğurlarımızı sadəcə sertifikatlarla, kağızlarla paylaşıb yetinə bilirik. Uşaqlarımızı paylaşmaq məncə də etik deyil. Onların etap-etap düzəlmə prosesləri, yaxşıya doğru getmə proseslərini ancaq valideynləri bilsə məncə kifayətdir. Mən də buna görə bu işin içində olduğuma görə istədim, qısa kəsim keçək mövzumuza, çox uzatdım bəlkə də. İstədim ki, elə bu mövzu baxımından danışaq və mənə elə gəlir, hal-hazırda inklüziv təhsildə xüsusi qayğıya ehtiyacı olan uşaqlar haqqında çox metod, resurs, nəzəriyyə danışılır. Amma əsas olana toxunulmur. Əsas olan nədir? Qəlbdir. Yəni mən 4 ildir bu işin içindəyəm, üzr istəyirəm və fikir verirəm ki, heç bir metod, heç bir resurs onlarla ünsiyyətə keçməyimizə yardımcı deyil. Düzdür, biz oxuyuruq, amma inanırsınız ki, nəzəriyyə kənarda qalır. Yəni, bunu mən %100 deyirəm. Nəzəriyyə kənarda qalır. Heç nə oxunduğu kimi, qaydalar kimi, tədbir, yaş qrupları belə olmalıdır, limit belə olmalıdır. Limitsizdir. Uşaqlar həqiqətən də möcüzədir. Və burada xüsusi qayğıya ehtiyacı olan uşaqların emosional əlaqələri haqqında danışmaq istəyirəm sizə. Və mənə gəlir, bura qoşulan insanların çoxu, yəni ki, bu sahələ maraqlanan, pedaqoji sahədə olan və valideynlərin də olmanı çox istəyərdim. Bəlkə də var, çox sevinərdim əgər varsa. Chat bölməsinə yəqin yazarsınız. İstəyən olsa yazsın. Yəni ki, tək monoloq formasında getməsin. Həm birimiz də dialoq da olaq, müzakirə edək, həm də maraqlı olsun deyə. Burada mən slayddan, prezentasiyadan çox istədim istifadə edim əslində. Amma düşündüm ki, mən emosional bağdan söhbət edirəm. Emosional əlaqələrdən söhbət edirəm və deyirəm ki, uşaqlar resurslardan istifadə etmədən bizlə kontakta girmək istəyirlər. Onda mən niyə sizinlə resurslardan istifadə edərək kontakta girim? Bunu düşündüm. Düşündüm ki, biz birinci öz üzərimizdə praktika aparmalıyıq ki, biz həqiqətən bilirikmi emosiya nədir, emosional bağ nədir, emosional əlaqələr necə qurulur? Yəni, yetişkinlər olaraq bilirikmi biz bunu? Ona görə bu webinar həm də bir həyati praktikadır bizim üçün. Baxaq görək, biz həqiqətən emosional əlaqəni öz aramızda qura biliriksə, deməli, uşaqlar üzərində tətbiq edə biləcəyik və onları az da olsa anlamış olacağıq və webinarın ortasında, sonlarına yaxın fikrinizi bildirərsiniz. Heç bir resurs olmadan, təkcə mən və siz, mənim mimikalarım, danışıq tərzim, jestim sizə hansı emosional əlaqəni güclənməsinə yardımcı olacaq. Bunu sizdən eşitmək istəyirəm. Aha, hala chat bölməsinə baxıram. Axşamınız xeyir. Aha, çox gözəl. Demək olar ki, yəni ki, eyni kolleqalarımız buradadır. Valideynlərin də olmasını çox istərdim. İnşallah ki, qoşularlar. Yəni, ən çox da valideyn-müəllim münasibətlərində xüsusi qayğıya ehtiyac olan uşaqlarda bu problemi yaşayırıq. Gəlin belə bir sual yönləndirim çata. İnanıram ki, cavab vermək istəyənlər çox olacaq. Bizim elə mövzumuzun açar sözü. Sizə görə emosiya nədir? Emosional əlaqə dedikdə nə başa düşürük? Yəni, ilk anlayış sizə nə kimi təsir bağışlayır? Olar, mən cavab verim. Salam, hər vaxtınız xeyir. Bəli, buyurun. Mən düşünürəm ki, emosiya öz hisslərin hansı ki emosional olub da, yəni hirslənmək istəyəndə, nə bilim,
belə deyək, agresiya olanda onu bildirmək və ya onu içində boğmaqdır. Yəni mən bunu belə görürəm. Çox gözəl, maraqlı fikriniz var. Başqa kimsə nəsə fikir bildirmək istəyər? Ümumilikdə fikirlərinizi alıb, daha sonra mən də əlavələr edəcəm. Aha, yazanlar var, oxuyaq. Özümüz olmaq, varlığımızı anlamaq və qorxmadan onu göstərməkdir, amma zərər vermədən. İlahi Əhmədova, təşəkkür edirəm. Hisslərini anlamaq, empatiya qurmaq. Aha, mən Baxça müəlliməsiyəm. Xoş gördük sizi də. Empatiya qurmaq. Çox gözəl. Fərqli fikirlər, ortaq fikirlər mənə çox maraqlı gəlir. Mən həqiqətən düşünürdüm, mən düşündüyüm kimi düşünən insan var. Bəlkə mən yanlış düşünürəm. Yəni fikirlər müxtəlifdir və zidd fikirlər mənə həmişə maraqlı gəlir. Fərqli beyin deməkdir. Fərqli beyin, fərqli düşüncə hər zaman cəmiyyətdə lazım olur insana. Güvən, səmimiyyət, empatiya göstərmək, səmimiyyət mütləq. Mənfi və müsbət emosiyalar insanın fəaliyyətinə təsir edir, insan psixikasının əsasını təşkil edir. Bəli. Biz mənfi və müsbət emosiyalardan danışacağıq hal-hazırda, hətta səmimi və saxta emosiyalardan danışacağıq. Bəli. Çox şad oldum ki, yəni ki, məni tək qoymadınız, fikirlərinizi bildirdiniz. Yenə fikirləriniz olsa yaza bilərsiniz. Qarşı tərəfin hisslərini, əslində empatiya, yəni qarşı tərəfin hisslərini anlamaq bərabərdir empatiya. Eyni fikrə gəlir. Gəlin indi mənim düşüncəmdə. Mən nəzəriyyə dilində danışmayacağam. Oxuduğum mənimsəyib sizə danışmaq istəyirəm ki, daha rahat olsun bizim üçün də. Bilirsiniz, baxın, gündəlik həyatda biz insanlar müxtəlif fəaliyyətlərdən keçir və müxtəlif situasiyalarda olur. Hətta biz yatanda belə beynimiz işləyir. Yəni insan fizikası dayanmır. Və hər gün müəyyən situasiyalarda olur, düzdürmü? Bu situasiyalarda olduğumuz müddətlərdə biz qorxu içində yaşayırıq, biz utanqaçlıq hissi yaşayırıq, biz ego olmağa bəzən, ego belə hissdir, yəni bəzi yerlər var, ora daxil oluruq, komandalara daxil, orada özümüzü daha özündən razı, egolu aparırıq, o da bir hissdir, daxildən gələn bir duyğudur. Bəzən qorxuruq nədənsə, bəzən özümüzə güvənimiz olmur, bunlar hamısı daxildən gələn hisslərdir. Emosiya insanın daxilində baş verən hisslərdir. O hisslər ki, beyinə siqnal formasında gedir və emosiya bizim davranışımıza keçir və biz buna ad veririk emosional davranış. Hətta uşaqlarda belə deyirik ki, çox emosional davranır, çox qışqırır, çox ağlayır. Əslində qışqırmaq, ağlamaq onun daxilində yatan hisslərdir. Hisslər əslində bir siqnaldır. Yenə yazanlar var, oxuyum. Fikirləriniz, yəni mənim üçün maraqlı. Mən Baxça müəlliməsi işləmişəm, ümumiyyətlə uşaq inkişafı hisslərin başlanğıcıdır. Bəli, hisslərdir. Düz vurğuluyursunuz və mən də onu təsdiqləyirəm ki, hisslərdir. Və biz bu hissləri yaşadıkca, bilirsiniz necə, uşaqlardan gözləntilərimiz də eyni olmalıdır. Məsələn, biz düşünürük ki, biz qorxuruq, biz öhdəsindən gəlirik. Bəzən uşaqlar bunu bacara bilmir, emosional hissləri. Və biz bəzən düşünürük ki, birinci beyində formalaşır, beyindən bədənə keçir və biz atak formatında davranışa keçirik. Xeyr, biz hissləri yaşayanda ilk öncə bədənimiz başlayır onu hiss etməyə, beynimiz yox. Və bədənimiz beynimizə siqnal göndərir. Beyin artıq siqnalı alır, amigdala işə düşür. Bizim ən belə qorxulu, ən pis moment deyəcəyim, üzr istəyirəm, ən pis anlarda gəlir özdə o. Hansısa bir iclasda həyəcan siqnalını yandırır amigdala. Və o bütün bədənə o qorxunu olsun, utancaqlıq olsun, hamısını əlavə edir. Niyə görə? Çünki beyin fikirləşir, bədəndən bu siqnal gəlibsə, deməli mənim idarə etdiyim fiziki bədən hal-hazırda güvənli ortamda deyil. Komfort zonadan kənardadır. Deməli, mən burada nə etməliyəm? Ya qaçmalıyam, oradan uzaqlaşmalıyam, siqnal verirəm ki, qaç, ya utanmalıyam, çəkilməliyəm qıraqda, bir qıraqda dayanmalıyam. Siqnallar bu şəkildədir. Ya özümə qapanmalıyam, heç bir fikir bildirməməliyəm, hansısa bir komandada söz dedim, yanlış oldu, beyinə siqnal gedir, yanlış danışdın, susmalısan. Bu avtomatik bu amigdalanın işidir. Yəni, həqiqətən beynin ən ərköyün hissəsində belə deyə bilərik. Və bunun nəticəsində bu hərəkət, bu emosiyalar, hisslər emosional davranışa keçir. Və fikir verirsinizsə, gəlin bir həyatı misalda göstərim. Oradan mən bir sual çıxaracağım. Məsələn, mən şəxsən itlərdən çox qorxuram və Rusiya kimi yerə də gələndə bu dərəcə olduğunu bilmirdim, yəni. Hər addım başı itlər var, yəni sayğı duyuruq, amma mən qorxuram. Təsəvvür edirik ki, məsələn, mən o hissi yaşamışam. Qarşıdan it gəlir və itin sahibi yoxdur.
İt gəldikcə mən ondan uzaqlaşıram. O mənə yaxınlaşır, mən uzaqlaşıram. Ya yolumu dəyişəcəm, ya qaçacağam, başqa variant yoxdur. Bunu məndə yaradan qorxu hissidir. Artıq mən qorxuram, beyinə siqnal getdi ki, mən orada konfor alanda deyiləm, burada nəsə baş verir və Aynur buradan uzaqlaşmalıdır. Və bu anda mənim emosional davranışıma təsir edir. Qorxu. Qorxu nədir? Davranış. Çevirdi davranışa, mən qaçmalıyam. Artıq oradan uzaqlaşmalıyam. Bəzən ya da qışqırmalıyam. Qışqırmaq özü də bir emosional davranışdır. Kimsə çağırmalıyam, kömək etməlidir mənə. Bədəndə artıq proseslər baş verir, biz istəmədən belə. Sizə sualım odur ki, həmin qorxu hissinin altında yatan emosional ehtiyac sizcə nədir? Hər an hər şeydən insan qorxa bilər də. Sizcə qorxu hissinin altında nə yatırdı? O an mənim yerimə özünüzü qoyun və yaxud da özünüz o anı yaşamısınızsa düşünün. Niyə qorxursunuz? Nə olsaydı orada qorxmazdınız? Mənim belə bir cavabım olacaq. Hə? Təbii ki, əgər mən düşünürəm ki, əgər onun qulağında o xüsusi işarələr olur ki, taxılır ki, hansı ki, onlar qorunur. Yəni quduzluğa qarşı iynələnmiş, peyvəndlənmiş. Mən hal-hazırda da belə deyim, ilk ağlıma gələn ancaq o olur ki, birinci onun qulağına baxım ki, o peyvəndlənmiş quduza qarşı iynəsi vurulmuş bir itdir, yəni hər hansı bir heyvandır, yoxsa yox. Birinci buna önəmsəyirəm. İkinci də düşünürəm ki, həmən o qorxu yaranır ki, birdən məni dişləyər. Birdən üstümə cumar. Mən belə düşünürəm. Bəli, düz fikir. Təşəkkür edirəm fikriniz üçün. Çox təşəkkür edirəm qoşulduğunuz üçün, aktivliyiniz üçün. Düz fikirləşirsiniz. Mən də sizlə eyni fikirdəyəm və chatdakılar da demək olar ki, bizlə eyni sözləri yazırlar. Travma başınıza o hadisə gəlib, yenə deyirsiniz, eyni hadisə başıma gələcək. Travma kimdə görən var bunu? İnsanın ətraf mühitdə baş verən hadisələrə, insanlara və öz daxili vəziyyətinə qarşı göstərdiyi psixoloji və fizioloji reaksiyadır. Sadətlə desək, emosiyalar bizim həyata verdiyimiz rəngli cavablardır. Bəzən rəngli olmaya da bilər. Bəzən aqressiv cavablar veririk. Özünü müdafiə, travma, bəli. Özünü müdafiə ən çox da bilirsiniz nə yatır? Özünə inamsızlıq. Düz vurğuluyursunuz. Mənim orada qorxmağım, çəkinməyim, mənim indiki halımla əlaqədar deyil. Mənim uşaqlıq halımla əlaqədardır. Mən uşaqlıqda itlərlə münasibətdə olsaydım, bunu valideynlərim sağlaya bilərdi. Yaxud da ki, təhsil ocağında kimlərsə bu haqda mənim müəllimələrim, valideynlərim məlumat versəydi, burada yenə valideynləri vurğulamaq istəyirəm, ən azı müəllim mənə elə şərait yarada bilərdi ki, onları sevdirə bilər. Demirəm canlı it gətirərdi, ən azı itlər haqqında müxtəlif maraqlı məlumatlar verir. Mənim fikrimi daha sakit formada ifadə edərək məni qorxularımı azalda bilərdi ən azından. Bu uşaqlıqdan gələn bir şeydir və bunun qarşısını mən ala bilərəmmi? Ala bilərəm. Bunun üçün çalışıram bu arada. İnşallah ki, düzələr. Və ətrafımda da belə bir şey olmayıb deyə, yəni ki, evcil heyvan saxlayan insanlar olmayıb deyə, bu uzaqlıq məsafə də məni qorxudub. İnamsızlıq hissi, özümə güvənmirəm. Bəlkə də onun yiyəsi orada olsaydı, birinin orada olmağı mənə daha çox güvən verərdi. İnamsızlıq, güvənsizlik, körpəkdə baş verən, uşaqda baş verən hadisələrindən qalan travmalar, xatirələr belə bəzən insanda travma yaradır. Və bu kimi hallar emosional ehtiyaca keçir. Yəni, mən orada qorxuramsa, mən deməli özümə inanmıram, özümə güvənim yoxdur və yaxud da ki, uşaqlıqdan yaşadığım bir hadisə var, düzdürmü? Bu mənim emosional ehtiyacımdır. Gələk uşaqlara, biz böyüklər olaraq bu anları yaşayırıq. Görürsünüz, nə qədər sual veririk, fikirləşirik ki, bu nədən ola bilər, niyə ola bilər? Təsəvvür edin, uşaqlarda emosional ehtiyac. Böyüklərdə 1-ə 10 şkala qoyuruqsa, uşaqlarda 1-ə 100 şkaladır. Biz yetişkinlər olaraq yaş artdıqca düşüncə tərzimiz dəyişilir, həyata baxışımız dəyişilir. Təkamül yaşayırıq, yəni ki, düşüncə tərzimiz, təxəyyülümüz, təfəkkürümüz, məntiqimiz formalaşır, yaş artdıqca. Bu prosesdir, bu, yəni struktur belə qurulur. Və həyata daha dəqiq baxmağa çalışırıq, düzdürmü? Həyatı biraz emosiyalardan, hisslərdən uzaq fikir deyirik, real ol biraz, real düşün. Xəyallara qapılma, emosiyaya qapılma. Böyüdükcə belə düşünürük. Amma uşaqlara biz nə qədər desək ki, real düşün, onlar real düşünməyəcəklər. Onlar həyata hisslərlə və emosiyalara baxırlar. Buna görə emosional ehtiyacın onlarda formalaşması
çox 1-ə 100 şkalada görsənir və mütləq surətdə sizin danışıq tərzinizə yox, sizin ona ötürdüyünüz enerjiyə baxacaq uşaq. Ola bilər uşağa xoş gəlmisən, necəsən? Mənim baxışım o uşağımla mənim aramda empatiyanı məhv etdi. Mən ilk öncə uşaq qrupa daxil olanda, sinifə daxil olanda müəlliməyəm, çox rəsmi olmalıyam, elə etməliyəm ki, üstünlük məndə olmalıdır. Bu düzgün anlayış deyil. Üstünlük bilirsiniz necə olmalıdır? Üstünlük əlbəttə ki, müəyyən bir üstünlük ola bilər haralarda. Müəyyən qaydalar var ki, o qaydalar, məsələn, qrupun öz qaydaları var, məşğələnin öz qaydaları var. Bunları uşaqlara izah edirik və orada üstünlük sizlər izah edirsiniz və qaydaların riayət olunmasını tələb edirsiniz. Tələb etdiyim dediyim, yəni ki, aqressiyadan demirəm. Sadəcə bunu mərhələlərə, etaplara bölürək, öyrədirsiniz. Hər gün yavaş-yavaş. Amma ilkin başlanğıcda uşağı qəbul edəndə, əsasən də xüsusi qayğıya ehtiyacı olan uşaqları qəbul edəndə empatiya gücünüzü işə salmalısınız. Sevgi, qayğı, empatiya, baxış, ən çox göz təması. Daha sonra bəzi uşaqlar var ki, autizm spektr pozuntusu olan uşaqlarda əl hərəkətlərindən qorxurlar. O cür uşaqlara yanaşanda anidən icazə almadan ola bilər ki, o uşaqlar məsələn adekvat cavab verməyəcəksə, deməyəcək ki, mən icazə vermirəm. Ola bilər nitqi inkişaf eləmir. Amma sizdən bir addım geriyə gedirsə, əllərinizi yığışdıraraq ona bir addım qabağa gedin. Deməli ki, əl hərəkətlərindən, fiziki təmasdan çəkinir. Hətta bizdə belə bir uşaq var, ad çəkməyəcəm, üzünə təmasdan çəkinir. Qəti surətdə üzünə, saçına toxunmağa icazə vermir. Və biz bunu hələ də aşa bilmirik. Etap-etap gedir və 5 mütəxəssis bunun üstündə mübarizə aparır. Öz saçına özü belə toxunmağa çəkinir. Bu cür problemlər var. Yəni, uşaqlarda 1-ə 100 qoyduqsa, xüsusi qayğıya ehtiyacı olanlarda şkala qalxır 1-ə 1000. Təsəvvür edin. Görün, biz özümüzdə emosional ehtiyacları bu qədər dəyərli biliriksə, bizim 1000 qatımız xüsusi qayğıya ehtiyacı olan uşaqlarda baş verir. Və onlar emosional əlaqələr olmadan sizə güvənli şəkildə yanaşmayacaqlar. Sizə o güvənli bağı yarada bilməyəcəksiniz. Burada gələcək qorxu hissi, utanmaq qorxu hissinin nə olacaq hiss olaraq? Davranışa necə olacaq? Ya qışqıracaq, ya ağlayacaq, ya aqressiv reaksiya verəcək, əşyalara ata bilər, kiməsə zərər verə bilər, ən başlıca özünə zərər verə bilər. Bunların hər biri baş verə bilər. Bunun üçün ilk növbədə yanaşma önəmlidir. Otağa daxil olduqda bir də səbir önəmlidir. Bilirsiniz, bizdə elə uşaqlar var ki, məsələn, bir ay ərzində heç bir nəticə ala bilməmişik. Yəni, bir addım belə irəli getmək olmuyor. Yəni, artıq dəfələrlə nevropatoloqa gedilir, dəfələrlə məsləhətlər olunur və yenə deyirəm, nevropatoloqun diaqnozu və onun sənədinin təsdiqi olmadan biz heç bir diaqnoz qoya bilmərik. Biz sadəcə tövsiyə verə bilərik ki, bəli, ola bilər, bəlkə bu yol seçək. Bizim işimiz proqramlaşdırmaq, uşaqların yaşına, onların diaqnozuna görə proqramlaşdırmaq və ona uyğun iş görməkdir. Və ən əsası bir də bir məqam var ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarda davranış pozuntuları deyir ya. Davranış pozuntuları bəzən biz aqressiya ilə qarışdırırıq. Deyirik ki, mən yaxınlaşıram bir müəllim kimi. Amma axı diaqnoz qoyulub, biz kağıza baxırıq. Deyirik ki, diaqnoz qoyulub ki, uşaqda davranış pozuntusu var. Yəni, mən yaxınlaşsam da uşaq mənə onsuz da reaksiya verməyəcək. Yaxud da həqiqətən davranış pozuntusunu göstərsə özündə, bəli, bu diaqnoz olduğu kimidir. Mən nə edə bilərəm ki, mütləq ki, digər mütəxəssislərlə məsləhətləşmək lazım, ondan sonra addımlamaq lazım, heç edə bilmərəm. Düzdür, addımlamaq lazımdır. Amma niyə biz kağızla hərəkət edirik? Mənə bu kağız lazımdır. Mən baxıram dosyaya, maraqlanıram, baxdım. Biz də çönüb uşağa baxıram. Bizdə elə uşaqlar olub ki, autizm spektr pozuntusu adı ilə bizə gəlib, amma biz onu qəbul etmişik və biz axıra qədər demişik ki, vaxtda autizm spektr pozuntusu yoxdur. Və nevropatoloqa müraciət eləmişik. Biz kollektiv olaraq yığışıb getmişik klinikaya və demişik ki, bu uşaqda pozuntu yoxdur. Amma siz sənəd peçatlamışsınız ki, bu uşaqda var. Digər nevropatoloqa gedib və təsdiqlənib ki, həqiqətən bu uşaqda pozuntu yoxdur. Yəni, bəzən qoyulan diaqnozlar düzgün olmur. Ona görə diaqnoza görə uşaq seçməyək. Bizim üçün təhsildə uşaq öndə olmalıdır, mərkəzdə olmalıdır. Uşaqla bir yerdə ailə mərkəzdə olmalıdır. Biz uşaq yönümlü, pedaqoqa, yeni pedaqogika, yeni sistem, kurikulum sistemi oxuyanlar bilir, işləyənlər bilir. Nə yöndə tutur? Uşaq yönümlü olmağı. Burada da belədir. Yəni, kurikulum sistemi, yəni dünyada belədir. Bu sistem bu cür qurulub. Uşaq yönlü olmaq lazımdır.
ailə yönümlü olmaq lazımdır, təhsilin mərkəzində uşaqlar olmalıdır. Bunu deyiriksə, onda biz niyə kağıza baxırıq? Aha, yazılar var. Gəlin yazıları oxuyaq, sonra ikinci mövzuya keçəcəm mən burada. Qeydlər də aparmışdım sizin üçün. İndi baxarıq ona. Bəli, əsasən sevgiyə ehtiyacı var. Onlar bizdən möcüzə gözləmir. İnanırsınız möcüzə gözləmir. Biz düşünürük ki, o da normaldır. Biz müəllimik, valideyndir, məsələn, bir təhsil ocağına aparır və yaxud da laqeyd yanına aparır. Ola bilər nitq qüsuru var, xırda nitq qüsurudur. Anında nəticə gözləmək istəyir ki, mükəmməl şəkildə, səlir şəkildə danışsın. Bu anında baş verməyəcək. Möcüzə deyil birdən-birə olsun. Amma anında baş verməsə belə, yəni olacaq, addım-addım olacaq, etap-etap olacaq. Çox səbirsiz davranırıq. Və valideynlərdən ən çox gələn mənə fikirlər budur ki, çox təəssüf edirəm belə düşünürəm, amma bu cür olanda, yəni psixologiyada biraz korlanır. Mən yaxşı valideyn deyiləm, mən düzgün yanaşa bilmirəm, mən necə idarə edəcəm bilmirəm. Baxın, biz buna görə valideyn qrupları yaratmışıq. Bağçanın özündə təməlinə rəhbərlik bunu yaradıb. Yəni tək mən yaratmamışam təbii ki. Valideynlərlə burada həftədə bir dəfə işləməyən valideynlərlə görüş təşkil etmək fikrimiz var. Bu yaxınlarda bu fikirdə iclas elədik, qərar verdik. Layihələr təşkil etmək fikrimiz var və ən əsası da bəzən valideynlər şikayət edir. Mənim uşağım evdə başqa cürdür. Mənə əgər müəllim orada yanlış yanaşır, yanaşma yanlışdır. Ona görə mənim uşağımda irəliləyiş yoxdur. Əgər bu şübhə varsa sizdə valideynlər, gəlin biz bir komanda quraq. Gəlin bir master-klass təşkil edək. Orada həm uşağınız olsun, həm müəllim olsun, həm də siz olun. Siz müəllimi müşahidə edin. Uşağınızla oynayın o oyunu. Yəni uşağınızla fəal oyunda olursunuz, bir məşğuliyyət əldə etmiş olursunuz. Nə gözəl. İstəmirsiniz uşağınız daha da irəli getsin. Bu sizin üçün fürsətdir. Həm də müəllimi müşahidə edirsiniz. Həqiqətənmi müəllim orada düşündüyüm kimi olacaq, mənim düşündüyüm yanaşmır. Bəzən bu sözdə var. Axı müəllimələr bəlkə master-klassda, yarışmalarda fərqli yanaşdılar. Bəlkə qrupda başqa yanaşırlar. Yəni valideynlə görüşdə fərqli yanaşırlar. İnanın mənə, müəllimin duruşundan, hərəkətindən, uşağa baxışından, nitqindən, ona yaxınlaşmasından, yəni başa düşmək olur. O müəllim həqiqətənmi o uşağı o sevgini ötürə bilir ya yox. Yəni bunu sadəcə müşahidə etmək lazımdır. Və yaxud da müəllimələr təklif edirsiniz və irad bildirirsiniz ki, valideynlərə, mən uşağı müəyyən dərəcədə inkişaf elətdirirəm, amma valideyn o nəticəni mənə verə bilmir. Onda gəlin belə edək. Ailələrlə görüş təşkil edin. Həftədə bir dəfə, ayda bir dəfə. Yaxşı. 2 ayda bir dəfə, əgər heç vaxt yoxdursa. Sırf mən bu uşaqlarla işləyən mütəxəssisləri deyirəm, amma yəni ümumi məktəblərdə müəllimələri demirəm. Onlar yəqin ki, iclaslar edirlər, o başqa. Yəni xüsusi qayğıya ehtiyacı olan uşaqlardan danışırıq. O həmin uşaq, hansı ki o uşaqda irəliləyiş görmək istəyirsiniz, görə bilmirsiniz, o uşaqların evinə gedin. Ailə ilə bir müntəzəm əlaqə. Məsələn, valideyn deyir ki, bizim ailəmizdə heç vaxt psixoloji cəhətdən hər şey normaldır, danışıq tərzimizdə normaldır, istədiyiniz hər bir şeyi alıb yığmışıq, uşaqlar məşğul olur. Amma gedib görə bilərsiniz ki, dediyi kimi deyil. Heç nə də alınmayıb və psixoloji vəziyyət həqiqətən də dediyi kimi irəliləmir. Bunu siz müşahidə edə bilərsiniz və müşahidələrinizi qeyd edə bilərsiniz dəftərinizə. Və bunu təbii ki, valideynə gedib deməyəcəksiniz. Mən gəldim, gördüm ki, sizdə belə deyil, siz mənə yalan deyirdiniz. Valideyni yalan deməyi də qınamayın. Çünki belə bir vəziyyətə düşən, yəni ki, hər kəs birinci dəfə valideyn olur və hər kəs birinci dəfə müəllim olur. Dünyaya bir dəfə gəlirik. Yəni bizim hardan praktikamız ola bilər əlavədən ki, biz əvvəlcədən hər şeyi bilək və planlaşdıraq bu şəkildə də gedək. Mütləq yanlış edəcəyik, mütləq qorxacağıq. Mütləq bəzən bezəcəyik, həmindən çıxıb getmək istəyəcəyik. Bu normal duyğulardır. Bayaqdan duyğulardan, hisslərdən danışırıq. Qorxu hissə normaldır, alınma hissə normaldır. Sadəcə rəhbərliyə müraciət edirik ki, biz uyğunsuzluq görürük. Biz getdik, baxdıq, master-klass təşkil etdik, müəllimələrə səslənirəm. Biz nəsə o uşağın, məsələn, ailə daxili problemlərin olduğunu düşünürük. Bu zaman rəhbərlik işə keçir, yeni layihələr təşkil edir ki, bəlkə valideynlərlə birgə daha çox iş görək və nəticə yaxşı olsun. Eynilə valideynlər də öz problemlərini rəhbərliyə müraciət edə bilərlər ki, məsələn, mən müşahidə etdiyim kimi deyil də, yəni müəllimin mənə dediyi kimi deyil.
Xahiş edirəm, gəlin bir iclas edək, gəlin bir görüş təşkil edək. Aqressiya olmadan, sakit şəkildə. Valideyn müəllim başa düşməlidir ki, yəni bu qədər 10-15 uşaqla işləmək, fərdi işləmək nə qədər çətin prosesdir. Müəllim də valideyni başa düşməlidir ki, bilmədiyi mövzulardır. Yəni qarşısına birinci dəfədə belə bir şey çıxıb və həssasdır. Öz uşağıdır, çox həssasdır. Yəni insan belə deyək də, öz uşağına həqiqətən lap qorxaraq yanaşır ki, lap birdən yanlış edərəm, mütəxəssisin dediyindən çıxaram, lap başqa yola getmiş olaram. Və mütəxəssis var bu arada, seçilməlidir. Nə mənada seçilməlidir? Bəzən olur ki, həqiqətən yaxşı müəllim olmur. Yaxşı psixoloq yanına getmirik. Yanlış seçimlər edirik. Onu hardan bilə bilərik ki, yanlış seçimlər edirik? Gedişatdan. Yenə deyirəm, gedişata baxırsınız. Biz uşağı ora təhvil verdik, bununla bitmir. İzləməliyik hər an. Nə baş verir? Mənim uşağımda irəliləyiş varmı? Varsa, hansı formada var, yoxsa niyə yoxdur? Olmalıydı ümumiyyətcə. Məsələn, bir ayda nə qədər addım ata bilərdik? Məsələn, fiziki məhdudiyyətli uşaqlar gəlir bizə. Gəlirlər, məsələn, onların yerimə məhdudiyyəti var. Biz artıq qarşımıza məqsəd qoyduq. Bizdə xüsusi aparaturalar var. Onları bir ay ərzində neçə addım yeridə bilərik? Hara kimi apara bilərik? Məsələn, bir aydan sonra özü öz başına qalxa bilərmi? Özü öz başına, yəni ki, fiziki işlərini görə bilərmi? Ən xırda işlər, qaşığı qaldırmaq, ən xırda işlər, stolu öz gücü ilə masa arxasına itmək, ən xırda şeyləri deyirəm. Ən xırda. Baxın, bunlar detaylı işlənir, etap-etap. Yəni, biz bir ayın içində uşaqdan gözləyənmərik ki, yeriməyə başlasın, qaçsın, geçsin sinif otağının qapısını açsın, bizi qarşılasın, mümkün deyil. Yəni, bu etap-etap gedən proseslərdir. Və bunların da hamısının ortasında sevgi və qayğı hissi qalır və birlikdə işləmək. Nə qədər ki, biz birlikdə işlədik, nə qədər ki, bir-birimizi başa düşdük, yaxşı mənada, yəni düşüncələrimiz aqressiv şəkildə ötürmədi, onda yaxşı olacaq. Digər bir sual yaranacaq hal-hazırda, sizə sual təqdim edirəm, hazırlayıram beynimdə. Baxın, nəyə görə biz Montessori sistemi bilirik. Maria Montessori məşhur psixoloq, yəni onun işi artıq dünyada tanınır və çox yaxşı nəticələrlə alınır. Azərbaycanda da məşhurdur, Rusiyada da məşhurdur. Bu olduğu kimi. Yəni kurikulum sistemində də artıq əlavə olunur. Mən eşitdiyimə görə burada artıq çoxdan var. Gəlin baxaq görək, nəyə görə onun təliminin mərkəzində sensor tərbiyə dayanır. Ən çox vurğuladığı budur. Uşaq yönümlülüyü ayrı. Bəli, uşaq yönümlüdür. Bu ayrı. Yəni təhsildə ümumiyyətcə bütün psixoloqların, pedaqoqların seçimlərinə baxsaq, hər biri uşaq yönümlü olmağı istəyir. Yaxşı, mərkəzdə uşaq var. Nəyə görə? Nəyə görə? Sensor tərbiyə əsas götürülür. Bu haqda istəyərdim cavablandırasınız chatda. Yaxud da ki, səsi açıb deyə bilərsiniz. Görüntünüzü açıb danışa bilərik, ünsiyyətdə ola bilərik. Çox sevinərdim. Nəyə görə Maria Montessori öz metodunda, təlim metodunda sensor tərbiyəni əsas rol kimi görür? Məsələn, bura yazılıb, bizim bağçada sizlə tamamilə razıyam. Bizim bağça bəzən bir uşaqlar gəlir. Bəli, bunu oxudum. Sualı cavablandırmaq istəyən varmı? Sensor inteqrasiyasının çox böyük rolu var. Nə kimi rolu var? Sensor inteqrasiya deyirik, sensor tərbiyə deyirik, metod deyirik, üsullara bölürük bunu, etapları var. Aha. Üç yaşa qədər uşaqların inkişafında mühüm rol var, bəli. 3 yaşa qədər, hətta 5 yaşa qədər. Ümumiyyətcə 2-7 yaş aralığında götürülür, ən əsas. Sensor işləyəndə beyində aktivləşir. Nə aktivləşir? Belə bir sualda təqdim edim sizə. Sensor oyunları, bəli. Ətraf mühitlə, ümumiyyətcə təhsildə Maria Montessori də bunu bildirir ki, təbiətlə əlaqədə olmalıdır, ətraf mühitlə əlaqədə olmalıdır. Hal-hazırda təhsilimizdə ən böyük problem odur ki, uşaqlar ətraf mühitlə demək olar ki, əlaqədə deyirlər. Aha, barmaq uclarında və bədəndə olan sinir nöqtələrini aktivləşdirir, bəli. Bunun nəticəsində motor bacarıqlar uşaqlarda formalaşır.
Duyular vasitəsilə beyinə toparların ətrafa reaksiyası verir. Hə, beyində toparlanır, ətrafa reaksiya verir, bəli. Bəli, çox gözəl cümlə. Çünki anlama olarsa pasiv lüğət artır. Barmaq ucları, hissiyyat orqanları ətrafı qavraması ola bilər. İncə və böyük motorikanın inkişafı möhkəmlənir. Beyin neyronları arasında əlaqə möhkəmlənir, yaralır. Bəli. Bəli. Fikirlərinizlə, yəni %100 razıyam. Onsuz da bu bilinən bir qaydaydı və bunu özünüz mənimsəyib daha yaxşı şəkildə bura yazmağınız mənə xoş oldu. Bəli. Və görürsünüz, Maria Montessori'nin tətbiq etdiyi otaq dizaynı, oyuncaqlar, taxtadan seçməkləri, onun məşhur lövhələr üzərində müəyyən maraqlı sensor güşələrin yaradılması, bunlar heç bir təsadüfi deyil. Və xüsusi qayğıya ehtiyacı olan uşaqların da təlim tərbiyəsində, inkişafında biz bu sensor yəni ki, lövhələrdən istifadə edirik. Yəni bizim qrupda hal-hazırda 5 sensor lövhə var və çox böyük köməyi var. Evdə də alınmasını məsləhət bilirəm. Ümumiyyətcə, hər kəsin, kimin evində uşaq varsa, Montessori sensor lövhələri 2 yaşından etibarən artıq istifadə olunmalıdır. İnsanın gördüyünü, eşitdiyini və hiss etdiyini başa düşüb ona uyğun davranmasıdır. Bəli. Və fikir vermişsiniz, bilmirəm, buna qatılarsa yox, mən müşahidə etmişəm bunu. Uşaqlar koridorda gedəndə, yəni dəhliz, belə deyək, dəhlizə gedəndə, normal biz gedirik böyüklər, yetişkinlər, heç birinə toxunmadan, hətta başı aşağı, reaksiya vermədən, ətrafa baxmadan, amma uşaqlara baxın, hər yerə baxırlar, divarlara əllərini bax bu cür yoxlaya-yoxlaya gedirlər. Fikir verirsiniz və yaxud da ilkin olaraq iməkləməyə başlayan uşaqlar ilk öncə əllərini alırlar. Bəzən deyirlər ki, nəsə ağızlarına aparırlar, nəsə ola bilər, düzdür, onlara diqqət olunmalıdır, təhlükəli vəziyyətlər yarana bilər körpə uşaqlara, çünki onlarda anlayış formalaşmayıb, bu yeyilə bilər, yeyilə bilməz, qidadır, yoxsa əşyadır. Amma ki, fikir verirsiniz, yenə toxunaraq, yenə ağzına apararaq, yenə burada da sensor, tərbiyə, motor bacarıqların inkişafı gedir. Və bizim qrupda, yenə dedim ki, 5 lövhə var və hər bir lövhə ayrıca mütəxəssisin otağındadır. Logopedin otağında ayrı var, tifiktoloqun otağında ayrı var, mənim şəxsi otağımızda, ümumi qrupda ayrı var. Və bunların üzərində biz sensor tərbiyə günü elan etmişik və sırf həmin gün, məsələn, bu günləri belə bir şey etdik, maraqlı bir günümüzdən danışaq. Elə burada da var ki, real təcrübələr bölməmizdə də var, real bir gün. Uşaqları həyata çıxartdıq. Burada, yəni, proqnozlara görə son 58 ilin ən böyük qar fırtınası baş verir hal-hazırda Rusiyada. Çox dəhşət, çox qar yağıb. Və bu fürsətdən istifadə edim. Biz qar dənəciklərini, qar formasını uşaqlara əvvəlcədən göstərmişdik. Bu çölə çıxmazdan qabaq. Təbii ki, mütləq deyil ki, hər kəs anlasın ki, bu qar dənəciyidir. Biz sadəcə şəkillərlə, bu arada bir şeylə vurğulayım. Yazırsınız bayaqdan, çox təşəkkür edirəm, bu qədər aktiv iştirak edirsiniz. Hardan əldə edə bilər? Sualınıza cavab verim, mövzuya keçirəm. Mağazalardan, oyuncaq mağazalarına girirsiniz. Bu dəqiqə bütün oyuncaq mağazalarında. Mən biləm, burada ən çox şəhər mağazalarında ən çox görülür. Azərbaycanda da mən görmüşdüm. 28 Molda kitab mağazasında var. Oyuncaq mağazasında var, baxsanız, mən görmüşdüm orada olanda. İndi daha da yaxşılar, bəlkə də gətirilib, mən 4 il əvvəl olmuşam Azərbaycanda. Aha. Harada qalmışdıq? Hə, qar dənəcikləri. Və qar dənəcik formasını bilirsiniz, yəni çox xırda, həqiqətən də möcüzəvi bir forması var. Bunu ancaq mikroskop altında görüntüləyib çıxarıblar ortalığa. Və yenə deyirəm, vacib deyil ki, onlar mütləq ki, anlaşılmaz şəkildə də ola bilər, anlaya da bilərlər, anlamaya da bilərlər. Biz buna ilişmirik. Biz mövzumuzu keçirik və onu deyirdim. Autizm spektr pozuntusu olan uşaqlarda sözel beyni yox, rəsm beyni inkişaf edir. Bunu Temple Grandin deyir ən çox. Temple Grandin kimdir? Biraz xarşiyə çıxacağım. O, Amerikada, Colorado Universitetində hal-hazırda professor, yazar kimi işləyir. Az yaşı yoxdur, 80-ə yaxın yaşı var. Və o, bir evin autizmli uşağı olub. Və onun üzərində həqiqətən çox işləyiblər. Onun TEDx-lər də var.
Burada mən heç bir slide istifadə eləmədim, onu göstərə bilməyəcəm. Adını yazaram istəsəniz. Onun filmi də var, bioqrafik filmdir, Temple Grandin. Hal-hazırda Amerikada professor kimi fəaliyyət göstərir və autizm spektr pozuntusu olan bir insandır. Onun nitqini görsəniz, danışığını görün. Albert Einstein bu arada autizm spektr pozuntusu olan bir professor olub. Yəni ki, çox insanları sadalaya bilər. Yəni, autizm spektr pozuntusu, gəlin belə deyək, hətta Temple Grandin TEDx-də mən gələcəm o qar dənəciklərinə, getdim başqa yerə. Autizm spektr pozuntusu Temple Grandin TEDx-ində belə deyir ki, deməli, 1950-ci illərdən başlayıblar araşdırmağa. İndiyə kimi yaranma səbəbi bilinmir. Beyində baş verən proseslər nəticəsində yaranır. Məsələn, Down sindromu bilirik ki, genetik kodun dəyişilməsi nəticəsində uşaqlarda Down sindromu yaranır. Nitq qüsurlarının səbəbi məlumdur. Sensor tərbiyədə, məsələn, motor inkişafın geriyə qalmasının səbəbləri məlumdur. Fiziki məhdudiyyətlər olanda yenə səbəbləri məlumdur. Amma autizm spektr pozuntusunun səbəbi məlum deyil. Yaranma səbəbi niyə yaranır? Beyində baş verən bir pozuntudur. Nə pozuntusudur? Nitqində və uşaqların fiziki hərəkətlərində müəyyən geriləmələr yaranır və anlama qabiliyyətlərində. Təbii ki, bu ağırlıq dərəcəsi dəyişilir. Və Temple Grandin deyir ki, 1950-ci illərdə araşdıranda bu problemi ağır bir xəstəlik kimi görülmüşdür. Hətta Alzheimer'la eyni tutulmuşlar ki, bu ağır bir xəstəlikdir və o dönəmlərdə çox da deyildi. İllər keçdikcə 1960, 1961, 67, 68-ci illərdə yenidən araşdırmalar aparılır. Və ən sonunda 1980-ci ilə qədər anlayırlar ki, əslində bu sadəcə səbəb bilinməyən yenə, səbəbsiz bir şəkildə. Yəni, bilinmir bu genetik gəlir, anadan gəlmədir, yoxsa travma nəticəsində yaranır. Konkret bir səbəbi yoxdur, yenə deyirəm. Yaranan bir prosesdir və prosesin müəyyən həll yolları var. Hələ 1980-ci illərdən artıq buna qərar verirlər. Amma sizə yeni bir xəbər verim. 2024-2025 xəbərlərində artıq dünya bunu paylaşır. Deyirlər ki, bəlkə də, yəni, heç yoxlanmamış insanlar var ki, həyatlarını doğulublar, normal davam ediblər, işlərini uğurludular, amma araşdıranda o qədər texnologiya inkişaf edib ki, yəni araşdırma səviyyələri, o insanlarda belə autizm spektr pozuntusu çıxır. Təsəvvür edin, yoxlanmalar nəticəsində. Autizm spektr pozuntusu olan uşaqlarda hansı fəaliyyətlər olmalıdır, onlara gələcəm və niyə ən çox hansı insanlardakı normaldır həyat tərzləri, işləyirlər, təhsilləri var, amma alimlər düşünürlər ki, onlarda autizm spektr pozuntusu var, ona görə ki, motor bacarıqları zəifləmir insanların. Və yenə də biz gəlirik sensor tərbiyə, yenə gəlirik emosional ehtiyaclara. Və qayıdıram qar dənəciyinə. Qar dənəciklərini baxdılar, biz həyətə çıxdıq, yəni nə də soyuq deyildi və həqiqətən təsadüf şəkildə də çoxlu qar yağır göydən və mən götürdüm qara bir parça, çünki qara rəngdə ağ dənəciklər bilirsiniz, daha aydın görünür, formaları çox aydın görsənir. Birinci onlara əlcəksiz, yəni havada şaxta yox idi, əlcəkləri çıxartdıq, bir dəqiqəliyinə belə deyim, qara toxunmaqlarını istədik. İlkin reaksiyalarını görsəydiniz, o qədər maraqlı reaksiyalar göstərirdilər. Həyəcanlanan kim, sevinən kim, qışqıran kim, yəni. Hər kəs öz hissini bir başqa cür göstərir. Hətta qarın içinə tullanan belə oldu, o qədər yəni. Və qarın içinə tullanan uşağımız fiziki məhdudiyyət uşağımız idi ki, ona o qədər enerji gəldi ki, bunu etmək istədi və biz ona dəymədik. Daha sonra əlcəkləri geyindik. Əlcəklərin üzerinə də qar dənəcikləri düşürdü bu arada, amma qara parçada daha yaxşı görsənir. Və mən əlimə aldığım şəkili çölə də çıxarmışdım. Təbii ki, tək yox, mütəxəssislərlə, yəni yanımızda loqoped, psixolog, o cümlədən müəllim, hər kəs gəlir və yardım edirik bir-birimizə hər zaman. Və onlar şəkildəki ilə təsəvvür edin, qara parçanın üzərinə düşən dənəciklərə diqqətlə baxmağa başladılar. Onlar düşünürdülər ki, biz bir möcüzədən danışırıq, bu ola bilməz. Bəziləri nitq qüsurludur bu arada, yəni nitqi məhdudiyyətləri var, müəyyən çətinlikləri var, danışa bilmirlər. Bəziləri kəkələmə formatındadır, bəzən danışırlar, bəziləri sözləri təkrar edirlər. Harasa 15 uşaqdan söhbət edirəmsə, hər tipdə uşaq var. Bəziləri bir cümləni dəfələr təkrar edir və mənim ən sevdiyim uşaq adını çəkəcəm Aliyadır və o nə idi? Sözləri təkrar edir və belə deyir, qar dənəciyi şəkildəki kimidir, qar dənəciyi şəkildəki kimidir və dedikcə tempo artır. Daha çox sevinməyə başlayır, daha xoş olur ona. Və biz müəllimələr də bir-birimizə baxdıq, biz də bu reaksiyanı gözləmirik bu arada. Yəni, bəzən deyirlər, danışa bilməyən uşaqlarla ünsiyyət çətin olur. Bəlkə də səssiz uşaqların səsi olmalıyıq.
Həqiqətən o an mən o qədər kövrəldim və qəlbimə toxundu ki, həqiqətən onlar səssizdirlər. Bəzən sözlərini, hisslərini ifadə edə bilmirlər. Amma o an gözlərindən oxudum. Yəni onlar mənə deyirdilər, "Bə, doğrudan o şəkildəki qardır." Danışmırdılar. Mən onu baxışlarından bilirdim, başlarını yelləməklərindən bilirdim, əllərini belə açıb yummaqlarından bilirdim. Uşaqların bütün o emosional ehtiyacları davranışlarında var, fikir versəniz. Çox sevindilər. Gün sonuna kimi də o həyəcan onlarda qaldı və bu sizə bir günüm olsun, bir praktik nümunəm olsun. Sizin üçün burada da demişdim, paylaşacağam. Bir dənə praktik nümunəm var, vaxt çatsa deyərəm onu da sizə. Yəni biz buna şahid olduq bugün və bu baş verən proseslərin yalnız kiçik bir hissəsi idi. Həqiqətən. Yəni biz o qədər mübarizə aparıq. Yəni tək mən özüm demirəm, orada həqiqətən işləyən, o uşaqlar üzərindən nailiyyət olsun deyə gecəsini gündüzə qatan mütəxəssislər var. Yəni vicdanı ilə işləyən mütəxəssislər var. Onlara həqiqətən də həqiqət halal olsun deyirəm, əziyyətdir və valideynlər də var ki, bizdə müəyyən valideynlər var ki, bizlə razılaşır bəzi fikirlərdə. Bu çox normaldır. Yenə deyirəm, qınamaq olmaz. Amma bəzi valideynlər var ki, çox yaxından iştirak edir. Çox yardımcı olurlar bizə və o qədər gözəl anlayırlar bizi, bizim hər fikrimizi, düşüncələrimizi. Biz biraz ehtiyatda deyirik fikirləri, biraz çəkinərək deyirik. Çünki biz həqiqətən də valideyn-müəllim münasibətlərində biraz görürük ki, bəzən yanlış anlaşmalar, ona görə sözlərimizi seçərək, cümlələri seçərək deyirik. Amma o qədər gözəl və onlar deyir ki, biz sizi anlayırıq, biz başa düşürük, biz də özlərimizi eşidirik. Yəni neqativ yanaşan valideynlər də var, bəzən qəbul etmirlər. Etiraf ən vacibi, mən bunu deyəcəm, etiraf etməkdir və bir şey qəbullanmaqdır ki, mənim övladımda bu problem var, mən bu problemi həll etməliyəm. Digər mövzumuza keçmək istəyirəm, effektiv yanaşmalar. Suallı olan varsa verə bilər və yaxud da ki, sual verəcəm yenə sizə ki, effektiv yanaşma deyəndə nə düşünürsünüz? Mövzumuza belə giriş edim. Bəli, film Temple Grandin baxmayanlara mütləq tövsiyə edirəm o filmə baxmanızı, məni daha yaxşı başa düşəcəksiniz. Sualı olan yoxdursa, keçək ikinci mövzuya. İkinci mövzuda belə bir sual yönləndirəcəm onsuz sizə. Mövzumuz budur ki, müəllimlər və valideynlər üçün effektiv yanaşmalar nə ola bilər? Effektiv yanaşma dedikdə nə başa düşürük? Yəni, nə əldə etmək istəyirik biz o yanaşmadan? Bir müəllim olaraq, mütəxəssis olaraq, valideyn olaraq fikir bildirmək istəyənlər varsa, bildirə bilərlər. Gözləyirəm. 5 dəqiqə gözləyim. Sonra tam yiyəcəm. Maraqlı fikirləriniz? Aha. Yaxşı nəticə almaq üçün, bəli. Hər iki tərəf üçün düzgün nəticə, effektiv yanaşma, bəli. Bəs biz irəliləyişib belə bir sual verimsə, sizə yormuş olmuram inşallah. Yəqin ki, sizə də xoşdur belə sual-cavabda iştirak eləmək. Mən istəmirəm sırf monoloq olsun söhbətimiz, sıxıcı da olmasın, axarlı olsun deyə suallar verirəm. Yoxsa belə mövzunu danışıb keçmək istəyərəm, bunu istəmirəm eləmək, maraqlı olsun deyə suallar verirəm. Məncə valideynlə birgə əməkdaşlıq edib həm valideyn güvənini qazanmaq, həm də uşağın inkişafına müsbət dəyişikliklər. Bəli. İndi biz danışacağıq ki, biz necə valideynlə birgə əməkdaşlıq edək? Necə yarada bilərik bunu? Tez bir zamanda səmərəli nəticə. Tez bir zamanda bəzən bu mövzularda zamanı sürətləndirmək olmur. Ümumiyyətcə, əgər xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək istəyirsinizsə, əziz dostlar, bu işi oxuyursunuzsa, təhsil alırsınızsa, maraqlısınızsa, səbriniz olmalıdır. Səbir olmadığı yerdə nəticə olmayacaq. Səbir, gözləmək, ancaq gözləmək və üzərində işləmək. Yəni, anında nəticə olmur. Çox istərdik olsun, amma olmur. Çünki bu insanla işləyirik, insan beyni ilə işləyirik. Bilirsiniz, insan beyninin funksiyasını autism spektr pozuntusu deyirik ya. Baxın, onların düşüncəsi fərqlidir. Niyə fərqlidir? Çünki beyin funksiyaları fərqlidir. Beyin funksiyaları fərqli bir insanı biz deyirik ki, o fərqi beyində dəyişək. Təsəvvür edirsiniz, biz davranışı dəyişmirik, biz xüsusiyyəti dəyişmirik. Biz beyində hansısa funksiyanı dəyişmək istəyirik. Bu mümkündürmü? Zaman alan bir şeydir. Tamamilə düzəlirmi? Tamamilə bilirsiniz, düzəlmir. Down sindromu olduğu kimi tamamilə düzəlmir. Yəni, biz %100 nəticə deyə bilmərik ki, %100 nəticə alacaq bundan. Amma %80% nəticələr var.
Autizm spektr pozuntusu olan uşaqlar, Down sindromu olan uşaqlar, fiziki əngəlli, yəni məhdudiyyəti olan uşaqların o qədər gözəl nəticələri var. Qızıl medallarla üstümüzə gəlirlər. Rəsm qabiliyyətləri çox gözəldir. Necə deyimizsə, incəsənəti çox gözəl bilirlər. Musiqi duyumları çox gözəldir. İdman sahəsində çox gözəl uğurlar əldə edirlər. Yəni həyat onlara məhdudiyyət qoymayıb. Bunu demək istəyirəm əsas. Və əsas odur ürəklə işləyirlər və onlarla işləyən mütəxəssislərə və müəllimələr dedim, yəni valideynlərə də halaldır ki, yəni səbr edib gözləyirlər və uşaqdan o nəticəni ala bilirlər. Nəticəni gözləmədən yarı yolda qoyurlar. Bu da bizim yaramız yerimizdir. Bəli. Yarı yolda qoymaq deyəndə nəyə nəzərdə tutursunuz? Onu da vurğulayar, zəhmət olmasın. Bəli, valideynlər çox səbirsiz olur. Əslində valideynləri mən yenə deyirəm, başa düşmək lazımdır. Biz məsələn günün müəyyən hissələri o uşaqlar oluruq, onların həyat boyu yanlarındadır və mütləq şəkildə öyrənib o uşağı adaptasiya etməlidir həyata, cəmiyyətə. Bilirsiniz nə qədər çətin məsuliyyətdir. Çox çətindir əslində valideyn üçün. Amma valideynlər bacarırlar. Həqiqətən mən çox güclü valideynlər görürəm və görəcəm də buna inanıram. Valideyn əməkdaşlıq üçün ilk öncə valideyn övladının problemini qəbul etməli, bəli, və mütəxəssisləri anlamalı, dinləməlidir, bəli, mütəxəssisin verdiyi tapşırıqları yerinə yetirməlidir, bəli. Çox təşəkkür edirəm, yenə fəal iştirak edirsiniz. Bəli, təlimi dayandırırlar, bəli. Yenə deyirəm, qəbul etmirlər bəzən, o qəbul etməmək uşağa ziyan verir. Bəzən deyil, baxırıq ki, uşaq çox yaxşı gedir, nəticələr çox yaxşıdır. Valideyn deyir, yox, o uşaq danışmalıydı. Artıq bir ayın sonunda mənim uşağım niyə danışmır? Diaqnoz əlində bizə gəlib, bizə müraciət edib, bizdən öncə nevropatoloq, yəni kliniki psixoloq, yəni ki, barda kliniki psixoloq, yəni xəstəxanada işləyən psixoloqlar da bu arada yəni qərar verə bilərlər, o uşaqlar üzərində məsuliyyətləri var. Amma məktəb psixoloqları yalnız tövsiyə verə bilərlər və o işin içinə girib, belə deyim, əməkdaşlıq edə bilərlər. Və çox eşidirəm, yəni bizdə də olub barda, eşidirəm, yox, bizdə də olub ki, gəlib, narazı qalıb və bizdən çıxıb gedib başqa yerə. İnanız, başqa yerdə yeni problemlə rastlaşacaq. Və bizdə belə bir uşaq var idi, onu da vurğulamaq istəyirəm. Bunu mən olanda yaşamamışam. Mənə bir müəllimə bir hekayəsini danışıb. Onu sizlə görüşmək istəyirəm, yazılarımızı oxuyum, yəni ki, hörmətsizlik olmasın. Və bizi yaxşı mütəxəssis olmadığımızı deyirlər. Bəli, deyirlər. Çox acı reallıqdır ki, valideynlə müəllim fikirləri çox ziddiyə gedir. Bilmirəm bunun qarşısını necə bilirəm ya əslində sadəcə tətbiqi çətindir. Bilirsiniz nədir? Hamı bilir ki, nə etməliyik, sadəcə edilmir. Başda təhsil mütəxəssisləri bu işə baxmalıdır və nəzarət olunmalıdır, müəyyən işlər görülməlidir, ciddi işlər görülməlidir, ciddi iclaslar olunmalıdır bu üzrə, amma olunmur. Bəzi valideynlər, çünki bilirsiniz nəyə qəbul etmirlər? Məlumatsızdırlar. Düşünürlər ki, və bir də cəmiyyətin reaksiyasından qorxurlar. Gəlmişik 2026-cı ilə, biz hələ də cəmiyyətdə, yəni ki, biz artıq çöldə, avtobusda, taksidə, çox xahiş edirəm, biz görə bilərik, bu normaldır. Mağazində, baxışlarımıza biraz diqqət yetirək. Bilirəm, mümkün deyil, yəni insan istər-istəməz bir qəribə olur, qəribə baxış baxır. Ən çox verilən sual valideynlər bu sualdan şikayətçidir, deyin biləsiniz, yəni məncə də etik deyil. Çox əziyyət çəkirsiniz, hə? Necə bacarırsınız, hə? Negativ suallar lazım deyil. Əgər görürsünüz, nəsə etmək istəyirsinizsə, yaxınlaşırıq. Sadəcə deyirik ki, nəsə kömək ehtiyacınız var, əgər görürsə kömək ehtiyacı varsa. Bu qədər. Ya da ümumiyyətcə uzaqlaşırıq oradan. Əgər heç bir məlumat alınmır, yəni ki, bacardığımız qədər sanki yanımızdan yəni heç bir adi bir ailə keçdi, adidirlər əslində. Yəni bizim fərqimiz yoxdur. Fərq anlayışı mən anlamıram əslində. Fərqə qalanda mən də fərqliyəm. Mənim saçım uzundur, başqasının qısadır. Bu da bir fiziki fərqdir. Mənim emosiyalarım daha yüksəkdir. Baxın, bayaqdan jestlərlə danışıram. Elə insanlar var ki, jestlərdə, mimikalardan istifadə eləmir. Bu da bir fərqdir. Əslində hamımız fərqliyik, fərqli düşünürük. Barmaq izləriniz fərqlidirsə, bu nə deməkdir? Yəni, ona görə uşaqlara o adı qoymaq olmaz ki, fərqlidirlər, fiziki məhdudiyyəti var. İnan ki, bəzi fiziki məhdudiyyəti olmayanlardan daha yaxşı fəal iştirak edirlər və həyatda uğur qazanırlar. Bunu da deyim sizə. Hətta Temple Grandinə yenə gələcəm. Onun TEDx çıxışı var. Deyir, mən 12 yaşımda məktəbdə yarışmalara qoşulanda
inklüziv qruplarda. Mənlə eyni qrupda olan, amma heç bir fiziki məhdudiyyəti, psixoloji məhdudiyyəti olmayan uşaqlar heç nə etmirdilər. Hətta deyir, onlar hal-hazırda hansısa dövlət işində sadə bir iş işləyirlər. Halbuki məndən məhdudiyyət cəhət heç bir məhdudləri yox idi, heç bir əngəlləri yox idi. Daha da yaxşı ola bilərdilər, daha da yaxşı nailiyyətlər əldə edə bilərdilər. Bəlkə məndən də yuxarı gəlib çıxa bilərdilər. Amma mən o məhdudiyyətin içində o işığı gördüm, davam etdim. Amma onlar davam etmədilər. Burada deyirlər, insan şükür etməyi bacarmalıdır. Bəzən biz varlığımızın Allaha şükür etməyi unuduruq ki, yaranmışıq, varıq, nələrsə edə bilərik, hər şey normaldır. Biz niyə daha yaxşı irəliyə getmək? İrəliyə getmək dediyimiz mütləq ki, məşhur olmaq deyil. Sevdiyiniz sahədə sona kimi mübarizə aparın. Sona kimi mübarizə aparın. Bacardığınız qədər oxuyun, təhsil alın. Valideynlər yenə deyirəm, əziyyət çəkdikləri məqam nədir? Məlumatsızlıq. Təhsil mənasında demirəm. Ola bilər ki, mən o qədər valideyn tanımışam ki, heç bir təhsili yoxdur, heç attestatı da yoxdur. Amma uşağına o qədər gözəl yanaşır və o hər gün araşdırır, hər gün məlumatlar əldə edir, hər gün yeni bir şeylə gəlir bizə. Hətta olur ki, hansısa bir məşğuliyyət lazımdır, ora bir oyuncaq lazımdır. Məsələn, Montessori lövhəsini birini valideyn bizə hədiyyə eləmişdi, həmin valideynlərdən biri. Yəni, o qədər gözəl yanaşırlar, yardım edirlər, maddi, mənəvi. Amma eləsi var, təhsillidir, həkimdir, müəllimdir, hətta müəllimdir, pedaqoji sahədədir. Öz uşağında onu qəbullanmaq istəmir. Halbuki pedaqoji sahədədir. Halbuki bilir ki, bunun çözüm yolu var. Halbuki bilir ki, biz bir yerdə olaraq nələrsə edə bilərik. Yəni, belə müəllimlə müəllim toqquşur. Müəllim olan valideynlə, onunla bir yerdə işləyən müəllim toqquşur, fikirlər toqquşur. Amma heç təhsil almayan valideynlər var. Onlar müəllimi ilə o qədər gözəl ünsiyyət qururlar ki. Bu bir təzaddır. Bilmirəm niyə belədir. Həqiqətən məlumatsızlıq deyə bilərəm buna ancaq. Aha, o qədər məsələ yapmışsınız, oxuyum hamısını. Qəbul etmirlər, bunu oxuduq. Bu uzun yoldur, pillə-pillə bu yolla gedir. Hər balaca bir əyləş, böyük iş və uğurdur. Uzun yoldur, çətin yoldur. Amma heç vaxt mübarizədən getmək olmaz, əl çəkmək olmaz. Bir valideynimizi uşağına görə nevroloqa yönləndirdi. Mənə dedi, mənim uşağım dəli deyil. Və ən kobud cümlə, dəli deyil. Dəliliklə nə əlaqə? Ümumiyyətcə, dəliliyin biz elmdə adını bilirik də, dəli kimlərə deyilir. Yəni, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla dəliliyin nə əlaqəsi? Bəli, cəmiyyətə cəlb etməkdən qorxurlar. Cəmiyyət də bəzən həqiqətən o uşaqları qısnayır. Artıq o beyindən çıxmalıyıq. Yolda görəndə yenə deyirəm, əgər siz yardım etməyəcəksinizsə, hansısa bir mənada, yaxınlaşıb, niyə belədir, niyə belə olub, suallar verməyin. Bilin ki, o valideynin çiyinlərində ağır yük var. Yaxud da baxışlarımızı yığışdıraq. Yazıq baxışları var, bir cür. Heç sevmirəm o cümləni işlətmək, çox kobud çıxır. Xoşum da gəlmir. Yəni, onlar da bu cəmiyyətdə yaşamaq hüquqları var, gəzmək hüquqları var, oynamaq hüquqları, o valideynlərin də hüquqları var, uşaqları ilə bir yerdə vaxt keçirsinlər. Bəlkə də cəmiyyət onları qucaq açsa, o valideynlər bu qədər negativ düşünməzlər və də geri çəkilməzlər. Bəli, bilirəm, bəzən bizdə də olur ki, valideyni heç cür izah eləmək olmur və bizdən çıxır gedir və nəticə də olmur, onu deyim ki, digər yerlərə gedəndə də. Görürəm, analar həmişə çalışırlar uşağın vəziyyətinə nəzarət etməyə, onların hərəkətini korreksiya etməyə, istəyirəm bir az da olsa dincəlsinlər seans müddətində. Kəşki Montessori metodu bizdə çoxdan tətbiq olunaydı. Kəşki bizdə çox şey onsuz da gecikib. Yəni, mən elə şeylər araşdırıram ki, çox şeylər hələ Azərbaycanda yoxdur, hətta Rusiyanın özündə belə yoxdur. İlk növbədə, bəzən düşünürlər ki, Rusiyada bütün inkişaf etmiş metodlar var. Yoxdur, əzizlərim, yoxdur. Çünki yaradan yoxdur. Əslində yarana bilər. Bəli, valideynlərlə, ana ilə mütləq. Çünki onların həqiqətən çiyinlərində ağır yük var. Aynur xanım, mənə çox maraqlıdır. Rusiyada xüsusi qayğıya ehtiyacı olan uşaqlar Azərbaycandakı kimi çoxdurmu? Ümumiyyətcə, gəlin bu suala cavablayaq. Qısa konsepti keçim. Araşdırmalar göstərir ki, mən bu yaxınlarda araşdırdım bu arada. Azərbaycanda, yəni nəinki Azərbaycanda, bütün dünyada 2019-dan sonra, 2020-dən sonra sürətli şəkildə artım baş verib. Autizm spektrdir, Down'da, ən çox da autizm spektrdir. Dəhşət autizm spektr pozuntusunda çox artımlar var. Rusiyada 75 minə yaxın autizm spektr pozuntusu olan uşaq var. Yəni,
Əslində Rusiya əhalisi böyükdür, bilirsiniz. 130 milyondan yuxarıda, 140 milyon əhalisi var. 75 mində amma az bir göstərici deyil. 2018-ə baxanda bu 8 min, 10 min idi. Və onda nəzərə çatdırım ki, bu qeydiyyata alınmış uşaqlardır. O ki deyir ya, valideynlər var qəbul etmirlər, qeydiyyata alınmır o uşaqlar. O uşaqlar, bəzi uşaqlar var elə də böyüyür evin içində, cəmiyyətə qoşulmur. Onlar hələ siyahıya alınmayıb. Siyahıya alınan 75 min. Siyahıya alınmayan təxmin edirlər ki, 300 minə yaxındır. Təsəvvür edin, 300 minə yaxın siyahıya alınmayan uşaq ola bilər avtizm spektr pozuntusunda. Və o 300 min ailə deməkdir. 300 min ana deməkdir, ata deməkdir. Və onların psixoloji vəziyyəti, ailədə baş verən gərginlikləri təsəvvür edin. Və onların yardım istəməməsi çox böyük çətinlikləri gətirib çıxarır. Düzdür, Rusiya təhsil baxımından həqiqətən də xüsusi qayğı olan, ehtiyacı olan uşaqlara çox böyük dəstək verir. Yəni, bura gələn uşaqlar, təhsil ocağına gələnlər pulsuz şəkildə təhsil alır. Fiziki məhdudiyyəti olan uşaqlara isə aylıq, yəni gəlir ayrılır və o cümlədən də əgər valideynlər biri itibsə və yaxud da boşanma yaşanıbsa ki, o uşağa valideyn tək baxırsa, fərq etmir, bu atadır, anadır, həmin valideynə də pul ayrılır ki, o uşağın yəni təhsilində sırf o uşaq üçündür ki, təhsilini davam elətdirə bilsin. Amma digər məsələn, valideyn istəyirsə ki, özəl bir yer apara, terapiya apara, müalicə apara, artıq ona dövlət qarışmır. O valideynin şəxsi fikridir, özəl yerlər aparıb, öz puluyla nələrsə etdirə bilər, bəli. Xarici ölkələrə apara bilər, başqa ölkələrdə nəsə işlər görə bilərlər, mümkündür. İnklüziv otaqlar orada necə təşkil olunur? Maraqlı sualdır. Vaxtında əslində hər şey danışmaq istəyirəm. Sonra deyirəm, çox uzun olar. Əslində bunu da demək istirdim. İnklüziv otaqlar Montessori sisteminə uyğun təşkil olunur. Daha çox açıq rəngdə olan əşyalardan istifadə olunur. Oyuncaqlar azdır bizim qruplarda. Ən çox hansı məşğuliyyətlə olacaqsa, məsələn, sensor bacarıqları inkişaf elətdirik, sırf o üzrədir. Məxsən nitqlə bağlı savad təlimi məsələn istifadə ediriksə, riyaziyyat istifadə ediriksə, biz bu arada xüsusi qayğıya ehtiyacı olan uşaqlara, yəni bütün mövzular keçirilir. Savad təlimi də var, sadə riyazi təsəvvürlər də öyrədilir. Elə bilməyin ki, ancaq sensor metodlardır, ancaq xüsusi oyunlardır. Onlara hər bir şey öyrədilir. Sadəcə səviyyə baxaraq öyrədilir. Məsələn, digər qruplarda, uşaqlarda biraz öyrədilmə prosesi sürətlənir. Məsələn, biz 5-6 yaşlı məktəbə qədər qrupda götürək, bir mövzunu keçirik, bir həftəyə təhvil veririk. Düzdürmü? Amma elə olur ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların qrupasında bu bir həftə olur 10 gün, 15 gün. Yəni çalışırıq ki, hardasa mövzunu dərk edə bilsinlər. Yəni artıq may ayında məktəbə qədər qrupa bütün sezonu bitirirsə, biz may ayında bitirə bilmirik. Bizdə daha gec baş verir. Yəni vacib də deyil bitirək. Zaten bizə vacib deyil ki, onlar bütün hər bir şeyi əzbərdən bilsinlər, riyaziyyatı saymağı, oxumağı, bacardığımız qədər ötürməyə çalışırıq. Bizdə əsas vacib olan nədir? Hərəkətin nizamlanmağı, nitq qüsuru varsa, nitq qüsurlardan qalxması, psixoloji vəziyyətdə gərginlik varsa, onun aradan qalxması, fiziki məhdudiyyət varsa, aradan qalxması dediyim, yəni tamamilə yox, %100 yox. Hardasa 150, 60, 80, ən maksimal 80%-ə kimi gətirə bilirik. %100 nəticə hələ ki ala bilməmişik. Təəssüflər olsun ki, çox istəyərdim ki, alaq. Yəni bu cür qurulur. Bərk oyuncaqlara icazə yoxdur. Çox yumşaq oyuncaqlara icazə yoxdur. Çünki bilirsiniz ki, avtizm spektr pozuntusunda olan uşaqlar, inklüziv qruplarda olan uşaqlarda bəzən, yenə deyirəm, onlar oyuncaqlar rəftarın, davranış qaydaları pozuntusu yaşanır və necə edəcəkləri bilmirlər. Yəni, bilmədən özlərə zərər yetirə bilərlər. Bateriyalı oyuncaqlara icazə yoxdur. Yəni, deyim, sərt oyuncaqlara, kublara, kublar ancaq bizim nəzarətimizdə oynanıla bilər. Bu kimi şeylər var ki, biz bunları gözləyirik. Yəni, bu tək, yəni bizim yaratdığımız bir şey deyil, bu qanunda belə gedir. Aha. Hə, mən nəsə deyəcəkdim. Hə, bir müəllimim var, onu da bölüşüm sizdən. Deməli, onun xatirələrindən danışırdıq, iş həyatından və orada bildirilirdi ki, yəni ki, orada deyilirdi ki, yəni biz kollektiv söhbət edirdik və orada danışırdı ki, bizə inklüziv qrupa uşaq gəldi və uşağın serebral iflici var idi və danışıq nitqində yumşaq oyuncaqlara niyə icazə yoxdur? Sərt şəkildə dişləyib qopara bilərlər, uda bilərlər. Belə təhlükələr var. Çox yumşaq, tüklü oyuncaqlar məsələn üçün, yaxud da qıvrım-qıvrım oyuncaqlar var, bir cür. Barbie oyuncaqları, saçlı oyuncaqlar.
icazə yoxdur. Yəni icazə yoxdur dediyim alt qruplar var. Baxırıq hansı qrupda hansı tipdə uşaq var. Ona görə yaradılır bu. Elə qrupda var ki, biz bilirik ki, burada heç bir çətinlik olmayacaq. Yəni uşaq artıq başa düşür ki, məsələn, bu oyuncaqdan necə istifadə etmək lazımdır. Biz sərbəst şəkildə oyuncağı oraya, yəni bütün oyuncaqlar bizdə var. Bütün vəsaitlər var. Sadəcə istifadə olunma vaxtı var. Etap-etap gedirik. Bilirik ki, bu etapda bunu istifadə etsək nəticə olmayacaq. Ona görə saxlayırıq 3-cü, 4-cü etaplara. Yəni uşaq tam şəkildə davranış qaydalarına hardasa tam şəkildə yenə yanlış cümlə olar, hardasa uyğunlaşana kimi. Və o valideyn müəllim belə bir şey demişdi ki, bizə bir uşaq gəldi, illər öncə olan bir məsələdir və biz onu gələndə heç bir reaksiya vermirdi. Serebral iflici var idi uşağın və diaqnoz da qoyulmuşdu ki, uşaqda yerimə, ayaqda durma, yəni ki, mümkünsüzə yaxındır. Bax, belə idi vəziyyət deyir. Biz diaqnoza baxmadıq. Biz uşağın hər gün deyir, onu ayağa qaldırırdıq, hərəkət elətdirməyə, gimnastika və gimnastik otağımız var bu arada. Elətdirməyə çalışırdıq və danışdığım müəllim 40 ilin müəllimidir, çox böyük stajlı müəllimdir. Yəni, qarşısında baş əyirəm, mənə çox şey öyrədib. Və əgər məni izləyirsən burada və deyir ki, o məktəb yaşına gəldi. Bilirsiniz, 8 yaşa kimidir bizdə inkluziv. Bu arada Rusiyada belə bir qanun var. 7 yaşına kimi uşaqlar məktəbə qədər təhsildə qalmalıdır. Rusiyada 1-ci sinif başlayır 7 yaşında. Yəni məcburi şəkildə. Bu istəklə deyir ki, 6 yaşında qoyum, yox, 7 yaşında. 7 yaşına kimi bağça məktəbə qədər sistemdə qalır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar 8, 9, hətta 10 yaşa kimi çəkə bilir. 10 yaşa kimi çəkə bilir. Bizdə 11 yaşında belə uşaq vardı. Yenə deyirəm, baxır uşağı, yəni o məktəblərə tam hazır olmalıdır. Əgər görsək ki, yəni məktəbdəki inkluziv qruplara, əgər görsək ki, biz irəliləyiş ala bilmirik, artıq o uşaqlar göndərilir xüsusi məktəblərə. Yəni artıq yəni nəticə alınmamış, onlar məktəblərdə inkluziv qruplara göndərilmir. Təbii ki, son qərarı yenə nevropatoloq verir, biz vermirik. Biz sadəcə üzərində işləyirik və aldığımız nəticələri bölüşürük ki, belədir. Və deyir ki, biz çox qəşəng nəticələr aldıq, qısacası. Artıq deyir, uşaq dairələri, üç bucağı öyrətmişdim, düz bucağı əli ilə göstərirdi, danışmasa belə. Ayaq üstə durur, əli ilə göstərir. Çox sevindi ki, bu uşaqda belə nəticə verdi. Oğlan uşaq idi. Və deyir, illər sonra uşaq artıq məktəbə getdi, inkluziv qruplara getdi. Təsəvvür edin, inkluziv qrupa artıq yazıldı o uşaq məktəbdə. Xüsusi məktəbə getmədi. Bir neçə ildən sonra deyir, o uşağın şəklini, videosunu valideyn mənə atdı ağlayaraq. Və bildirdi ki, mənim uşağım hər şeyi unudub. Mən nə edə bilərəm? Yəni, müəllim özə deyir ki, mən baxanda çox pis oldum. Mən düşündüm ki, axı biz bu qədər əziyyət çəkmişdik. Hara getdi bizim əziyyətimiz? Yəni, valideyn də bu arada dedim ki, əgər görürdünüz ki, o qrupda, o məktəbdə irəliləyiş yoxdur, niyə orada saxladınız? Və artıq uşaq ayağa qalxmağı da unudub, ayağa qalxır, yenidən oturmaq istəyir. Fiziki məhdudiyyətləri yenidən artıq çətinləşməyə doğru gedir. Amma halbuki yaxşılaşmışdı və müəllimə deyir ki, mən qızıl övlad verdim valideynə ki, və çox rahat idim ki, o uşaq irəli gedəcək. Amma əksinə oldu, uşaq geriyə getdi. Yəni, bəzən biz məktəbə qədər sahədə, yaxud da məktəb sahəsində nələrsə düzəldir ya, ötürük başqa mütəxəssisə, o mütəxəssis elədiklərimiz heç edir. Bu da var. Ya da valideyn üzərinə düşmür, alınan nəticə sıfıra bərabər olur. Yəni, bir anlıq belə üzərindən əlimizi çəksək, nəticə sıfıra düşəcək. Bunu unutmayaq. Daha sonra nə deyirdim? Yenə mesajlar gəlir. Aciz şübhədə olanlarda fikri çox dağınıq olan necə toparlamaq olar? Necə? Çox yumuşaq oyuncaqlar dedim. Spektrin fikri necə toparlamaq olar? Gözəldir. Autizm spektr pozuntusu olan uşaqlarda, əzizlərim, fərdidir. Mən indi burada qalxıb desəm ki, bu şey edin, onun fikri toparlanacaq. Bu mənim zəifliyim olar. Mən ilk öncə uşağı görməliyəm. O uşaqla empatiya qurmalıyam. Onun valideynini tanımalıyam. Ünsiyyətdə olmalıyam. Diaqnoz məndə olmalıdır. Həqiqətən hansı dərəcədədir və nə yerdədir. İndiyə kimi kimlərin yanında olub, nə ilə məşğul olub, nə kimi irəliləyişlər var. Birəbir kontaktda olmalıyam. Birəbir kontaktda olmadan hansısa mütəxəssis sizə deyirsə ki, bunu edin və edirsiniz, nəticə vermir, bilin ki, problem sizdə deyil. Problem onu təklif edəndədir. Çünki ilk öncə uşaq tanınmalıdır. Və autizm spektrdə olan uşaqlar müxtəlif olurlar. Mütləq uşağı görməliyim. Mən uşağı görmədən heç bir şey deyə bilmərəm. Məndən qabaq isə diaqnoz qoyulmayıbsa, məndən öncə nevropatoloq görməlidir. Mən belə görməli deyiləm. Təsəvvür edin. Mən sadəcə tərbiyə edən tərəfəm, inkişaf elətdirən tərəfəm. Mən diaqnoz qoya bilmərəm. Mən həkim deyiləm. Mən təhsil ocağındayım. Və bacardığımız da edirik həqiqətən də.
Ə, Başqa, hə, onu deyirdim. Yanlış. Autizm spektrində olan uşaqlar müxtəlif olurlar. Baxın, Temple Grandin'ə misal gətirəcəm. Ən məşhur insandır. O, dünyada 100-lüyə girib, qəhrəmanlar sırasında, ən insanlara təsir edici insan sırasında autist bir professor. Dünya sırasında 100-lüyə girib, 100 insan seçilib, orada 100-lüyə girib. Nə böyük uğurdur. Onun valideyni bunu düşünərdimi belə olacaq? Məncə heç düşünməyib, heç ağlının ucundan belə keçməyib ki, mənim uşağım gələcəkdə professor olacaq və dünyada 100-lüyə girəcək. Bu da onun uğurudur və bəlkə də valideynin və müəllimələrin ona olan inamıdır. O deyirdi ki, mən şəkillərlə ancaq anlayırdım, mən sözəl anlamırdım. Müəllimə mənə deyirdi, mən başa düşmürdüm onun fikrini. Amma deyir, mənim digər yoldaşım var idi ki, o musiqi ilə daha yaxşı anlayırdı. Sözləri musiqiyə çevirəndə, musiqini deyəndə ona daha yaxşı təsir edirdi. Və bir digər növü də var ki, şəkil çəkməklə, nə isə göstərməklə, məsələn, çəkərək göstərərək anlayırlar. Amma elə uşaqlar da var ki, autizm spektr pozuntusunda siqnal səslərinə qarşı qorxurlar, xaos, məsələn, çoxlu olan yerdən qorxurlar, çəkinirlər, qışqırırlar, hətta özlərinə zərər belə yetirə bilərlər, dərəcələri var. Bunlar hamısı o, yenə deyim, başa gəlirik, emosional ehtiyaclardandır. Qorxu hissi, utanc hissi, onlar yüklənir. Axı dedim yenə, xüsusi qayğıya ehtiyacı olan uşaqlarda şkala 1000-dədir, 10-da 100-də deyil. Ona görə bu formada baş verir. Biz onların davranışlarına görə münasibət göstərməli deyilik. Biz onların daxili dünyasına inib o hisslərə görə münasibət göstərməliyik. Davranışa görə münasibət göstərsək yanlış olacaq. Və saxta emosional əlaqə var, bir də səmimi emosional əlaqə var. Saxta emosional əlaqə odur ki, siz davranışa görə qərar veririk. Davranışa görə qərar veririk. Qışqırırsa, məsələn, davranış pozuntusudur, burada da yazılıb, qeyd edilib, üzərində işləyərik və s. Uşaqla qəti əlaqəyə girmir, kontakta girmir müəllim, ünsiyyət qurmaq istəmir. Bu saxtadır. Əlaqə bir həftə 10 gün sonra bəli uşaq müəllimə öyrəşir. Məşğələlərdə iştirak edir. Primitiv hərəkətlər normallaşır deyək ki. Amma o bir gün qırılacaq. O müəllimlə uşaq arasında. Çünki saxtadır. Çünki müəllim onun davranışına görə ona reaksiya verir. Daxili dünyasını kəşf eləmir. Amma hansı ki müəllim və yaxud da valideyn fərq eləmir, uşağın daxili dünyasına enirsə, bax o zaman nəticələr yaxşı olur və heç vaxt o əlaqə qopa bilməz. Heç vaxt mümkün deyil. Uşaq sizə güvənlisə, istədiyinizi öyrədə bilərsiniz. Açıq şəkildə necə deyim, mərkəzdə o güvəni hiss elədirsə, sizə açıq olacaq, səmimi olacaq sizdə. Və uşaqlar çox tez hiss edir, saxta insanları. Onu deyim sizə, əsas xüsusi qayğıya ehtiyacı olan uşaqlar. Saxta insanları, səmimiyyətsiz insanları, yalan deyən insanları anında başa düşürlər. Yəni, onlara yalanlarla, saxta gülüşlərlə yaxınlaşmaq nəticə verməyəcək. O sahəni sevirsinizsə, məncə ona görə yönəlin. Aha, başqa nə mesajlar gəlib. Mən istəyirəm, vaxt itirmədən çox oldu deyəsən. Aşırı reaksiya verirsə, necə hesablaşır? Bu autizmə səs-küyə qarşı aşırı reaksiya. Səs-küyə qarşı aşırı reaksiya verirsə, səs-küy olan yerdən uzaqlaşdırmaq lazımdır uşağı. Bilirsiniz ki, sakitləşdirmə metodları var. Əgər uşaq sizə fiziki cəhətdən yaxınlaşmağa icazə vermirsə, toxunmaq olmaz. Fiziki cəhətdən yaxınlaşmağa icazə verirsə, yaxınlaşırsınız, dizlərini yerə qoyursunuz, onlarla göz kontaktı quraraq, buradayam, sakitləş. Məsələn, bilirsiniz, ən məşhur metod 1-dən 5-ə kimi say, nəfəs al. Əgər ki, nitq prosesində problem yaşamırıqsa, əgər yaşayırıqsa, onunla bir yerdə nəfəs alıb veririk və uşağı sakit bir yerə çəkirik. Baxın, onları xaosun içində, belə bir şey var, qoy xaosun içində qalsın, bunu demişmişəm, öyrəşsin. Bu özündən asılı olan proses deyil. Yəni, onu nə qədər də orada saxlasan, öyrəşməyəcək, daha da aqressiya get-gedə artacaq. Mütləq şəkildə uzaqlaşdırmalısınız. Başqa otağa keçirin, sakit bir yerə keçirin və onu başa salın ki, mən səninləyəm. Mən sənin yanındayam, mən səni eşidirəm, mən səni duyuram, başa düşürəm, sən danışmasan belə. Mən səni hiss edirəm. Tam sakitləşənə kimi. Yəni, bu əsas da valideynlərə aiddir. Bəzən oyuncaqlar üzərində problem olur, uşaqlar arası dava olur, bir-birlərinin oyuncaqlarını istəyirlər, paxıllıq çəkirlər, ayırmaqda problem yaşayırlar valideynlər və bu zaman bir xaos yaranır evin içində. Baxın, əgər uşağınızda bu problem varsa, yəni ki, bilin ki, bunu bilərəkdən etmir. Bir səbəb var, altında səbəb var. Ona görə ancaq güvən hissini tapsa, o sizlə bir yerdə addımlayacaq. Güvən hissini tapmasa, valideyni olsanız belə, o uşaq sizə yaxın gəlməyəcək. Daha sonra mən nəyi deyim, vaxt itirmədən. Başlığa baxım. Başlıq nə idi?
Hə, ya effektiv yanaşma üsullarına qalmışdıq. Mənə görə iki cür yanaşma üsulu var. Effektiv nəticə verəcəksə və ikisini də hələ də nə Azərbaycanda, nə Rusiyada görməmişəm. Yaradacağıq inşallah, ümid edirəm. Birinci üsul valideyn, müəllim, icma. Əvvəllər belə bir tez vardı və mən də belə düşünürdüm ki, valideyn, müəllim, uşaq üçbucağı. Sonra Avropada bir çox araşdırmalar var, bu üzrə alimlər var. Təşəkkür edirəm xoş sözləriniz üçün. Çox sevindim ki, siz razı qaldınız. Elə edərik. Onsuz da mən təlimlər və vebinarlar verməyə davam edəcəm. Kim maraqlanırsa şəxsi nömrəm olacaq. Yəni ki, təşəkkür edirəm Vailə xanıma da belə bir şərait yaratdı. Akademiyaya təşəkkür edirəm. Həqiqətən bu şəraiti yaratdı. Sizlə bir yerdə olduq. Yeni işlərə imza atacağıq. İzləmədə qalın. Yəni ki, mənim də şəxsi nömrəm paylaşacaq. İstəyən olsa əlaqə saxlayar. Və suallarınıza gözləyirəm bu arada. Deyirik ki, həmişə Avropalılar araşdırıb ki, niyə biz ancaq deyirik ki, müəllim, uşaq, valideyn üçbucağı? Bəs biz demirdik ki, uşaq mərkəzdə olmalıdır. Biz niyə uşaq üçbucağın içinə çəkdik ki? Mərkəzdə uşaq olmalıydı axı. Bunu Avropada bir də araşdırıblar, Amerikada, İngiltərədə və qərara gəliblər ki, valideyn, müəllim, icma birliyi olmalıdır. Uşaq təhsilin mərkəzində olmalıdır. Təhsilin mərkəzində uşaq olanda üçbucaq bu cür yarananda bütün fəaliyyətlərdən uşaq yararlana bilir. Amma biz müəllim, valideyn, uşaq üçbucaq eləyəndə uşaqdan nəsə gözləmiş oluruq. Sən də bizdə birlik olmalısan, bizim dediklərimizə əməl etməlisən. Halbuki biz onlar üçün çalışmalıyıq. Onlar bizim üçün çalışmalı deyil. Bizim işimiz budur. Və mən belə qərara gəldim ki, bu icma nədir? İcmanı əslində pedaqoji sahəni oxuyanlar da bilir. Belə də ümumilikdə də, yəni ki, sözlər olaraq hər kəs mənasını bilir. Yaradıla bilməyən bir prosesdir, çətin prosesdir. Azərbaycanda irəli günlərdə deməyim, günlərdə olmaz. İllərdə gözləyirəm. Rusiyada da hardasa indi görürəm ki, baş vermək istəyir. Təhsil ocaqları bir-biri ilə əlaqədə olmalıdır. Özəl bağçalar olsun, dövlət bağçaları olsun. Təhsil Nazirliyi buna nəzarət etməlidir. Nə mənada? Dəstək mənasında. Yəni durub qanun qoymalı deyil ki, bunu etməz, bu etməli deyilsə. Dəstək olmalıdır, hətta maddi dəstək olmalıdır. Və ən vacibi isə təhsil ocaqlarından əlavə kitab evləri ola bilər. Hansısa bir məsələn mütəxəssislər var, vebinarlar keçirlər, düzdürmü? Müəyyən mövzularda. Biri biz, biri siz. Maraqlı fikirləriniz var, yazarlar var, uşaq yazarları var, maraqlı kitablar yazdılar. Şairlər var, şairələr var. Hardasınız? Sualımı vermək istəyirəm. Gəlin birləşək, belə bir şey eləyək ki, məsələn, 34 nömrəli bağçada bu günləri belə bir seminar təşkil edilir. Seminarın məqsədi burada hər kəs yığışır. İcma da, valideyn də, müəllim də, xüsusi qayğıya ehtiyacı olan uşaqlarda yeni fəaliyyətlər yaratmaq istəyirik. Onlar üçün maraqlı bir iş təşkil etmək istəyirik. Kitab evi gəlsin, məsələn, pulsuz kitab paylasın deyəcəm, etməyəcək. Ona görə ən azı kitabları həmin gün gətirsin, reklam etsin. Əgər bunu bacarırsa, valideynlərə və uşaqlara aid olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlara aid olan informativ mövzular, yəni bilirsiniz, dünyada baş verən hadisələr haqqında bunu gəlib media aləmi də buna qoşula bilər, paylaşa bilər, xəbər saytları, sosial media. Niyə sosial mediamızda belə şey biz az görürük, mən bilmirəm. Hər bir şey tanınır, amma bu uşaqlara dəstək qətiyyən tanınmır. Bəzən deyirlər ki, dəstəyi göstərmək olmaz. Əksinə, dəstəyi göstərmək lazımdır ki, müəyyən bir yerdən sonra hər kəs bu işə qoşulsun. Maddi dəstək, mənəvi dəstək fərqi yoxdur. Göstərilməlidir. Və bu bir yerdə baş verəndə artıq təsəvvür edin, bir seminardır, icma da oradadır, müəllim də oradadır, valideyn də, uşaqlar yoxdur bu arada. Belə seminar təbii ki, uşaqları əlavə etmirik. Və bir yerdə müzakirələr gedir. İcmadan, məsələn, bir kitab evi qalxır ki, belə bir master-klass təşkil edək, mən bunu eləyəcəm. Məsələn, hansısa bir kiçik bir alətlər satan yerlər olur, maraqlı xırda rəsm işlərlə məşğul olan yerlər. 28 mayda falan mən görürdüm, içəri şəhərdə var idi. Məsələn, butiklər var. Maraqlı əl işlərindən üçün necə deyim, resurslar satırlar. Aha, sözümü tapdım. O resursları məsələn gətirib təqdim edə bilər. Bəlkə bu resurs sizə yoxdur. Məsələn, 34 nömrəli bağçanın müdirəsi. Məsəl üçün deyirəm. Gəlin bu master-klassda mən bunu təmin edirəm. İki qutu gətirdim. Qoy uşaqlar məşğul olsun. Yəni, onun xərici də çox çıxmayacaq. Bu şəkildə davam etməlidir. Amma bunu təbii ki, irəlilətmək olarmı, inkişaf elətdirmək olarmı? Bu maddiyyat insanlar bunu könüldən istəyərmi? Çətin məsələdir. Amma bu yaradılsa, inanın ki, mənə çox gözəl nəticələr alınır. Çox gözəl. Valideyn özünü təkis eləməz, müəllim özünü təkis eləməz, uşaq da daha tez, sürətli şəkildə inkişaf eləyər. Və digər bir iş, bunu yenə Temple Grandinə gəlir, o mənim
İdealım da o insan. Həqiqətən çox onu araşdırın. O öz TEDx-ində deyir ki, mən deyir ki, 11-10 yaşlarımda mən bizim kəndimiz vardı. Babam yəni qaldığı bir yeri vardı. Biz də şəhərdə qaldıq. Məni anam kəndə yollamaq istirdi hər yeri. Mən getmək istəmirdim. Ağlayırdım, qışqırırdım. Deyirdim, yox da mən orada anam deyirdi ki, yəni sən getməyə bilməzsən, gedəcəksən. Amma gedib ola bilər 2 gün qalasan, ola bilər 5 gün qalasan, bir həftə qalasan, o sənin qərarındır. Amma gedəcəksən. Mən deyir onda hətta anama nifrət edirdim ki, məni niyə məcbur edir axı? Amma nə deyir, mən çox şükür edirəm ki, məni məcbur edir. Mən getdim kənd həyatını gördüm. Mən orada məşğuliyyətlər elədim, kömək elədim babama, nənəmə, fiziki cəhətdən hərəkət elədim. Motor bacarıqları deyirik. Əvvəllər nənəmiz, babamız nə deyərdi? Mənim öz anam deyərdi ki, biz təhsil ocağından çıxırdıq, gedirdik pambıq yığmağa. İndi belə bir şey var, yoxdur. Amma bəlkə də rayon yerlərində qalıb çox yaxşı varsa mütləq olsun. Mən buna qarşı deyiləm. Və hətta deyirdilər ki, bizim evə gəlib televiziyaya baxmağa vaxtımız olmurdu. O qədər yəni yorulurduq. Bu negativ bir şey deyil. Bəzən Sovet dönəmi buna görə pis deyirlər. Bu pis bir şey deyil. Bu fəaliyyətdə olmaqdır. Ən çox da xüsusi qayğıya ehtiyac olan uşaqlar üçün. Mənim işim, məqsədim burada emalatxanaların açılmağıdır. Azərbaycanda, Rusiyada artıq var, yaranır. Müxtəlif emalatxana, toxuculuq, duluzçuluq, rəngləmə, boyama, qab düzəltmək müxtəlif formada var. Hətta bir-iki yerdə var, İçəri şəhərdə görmüşdüm deyəsən, amma özəl yerlərdir. Yəni dövlət də biraz maliyyə qatsa, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şərait yaratsa yaxşı olar. Ki bilirsiniz necə, maddi durumu yaxşı valideynlər bunu edəcək. Bir də işin bu tərəfi var, axı reallıq var. Maddi durumu olmayan valideynlər bunu necə edəcək? Aya 200 manat, 300 manat kursa necə pul versin, əgər bunun aylıq qazancı 500 manatdırsa? Axı bu uşağın həm də böyütməlidir. Evinə də baxmalıdır. Buna görə biraz dövlətin dəstəyi mütləqdir. Dövlətin müdaxiləsi yox. Bəzən bunu qarışdırırıq. Müdaxilə etməklərini istəmirik, dəstəklərini istəyirik. Və bunun nəticəsində emalatxanalar açılarsa, məsələn, hər bağçadan həftənin hansısa bir günləri o uşaqlar götürürlər, aparırlar emalatxanalara, məşğul olurlar. Təsəvvür edin, nə qədər fiziki fəaliyyətdə olurlar. Və Avropada artıq bu sistem var və təsəvvür edin, çox gözəl işlər ortaya çıxır. Hətta artıq emalatxanalarda yeni işçilər çıxır. Artıq onlar işçi olurlar. Artıq real fəaliyyətdən iş həyatına atılırlar bunun sayəsində. Rəsm qabiliyyətləri çox yaxşı olur. Niyə rəsm emalatxanaları açılmır, azdır, çoxu özəldir, məsələn üçün. Özəl olmağı da yaxşıdır. Bu da bir şeydir ki, insanlar buna can atır. Özəllər də könüllü şəkildə heç olmasa ayda bir dəfə o uşaqları ora yönəldə bilərlər. Gəlin yaxşı, öz işinizə reklam edin, amma bu uşaqları da dəstəkləyin. Mən bunu da etməyə hazıram, yəni əgər belə bir şey olarsa, mütləq şəkildə yardımcı olaram hər tərəfli. Yəni ki, düz uzaqdayam, amma yəni ki, bacardığımı etməyə çalışaram. Daha sonra nə ola bilər? Musiqi məktəblərində xüsusi yerlər ayrıla bilər ki, məsələn, hansısa uşağın marağı varsa ora yönləndirək. Marağı yoxsa belə yönləndirək. Hətta onu deyərdim. İnanırsınız mənə. Bəzən uşaqlar başa düşmürlər hələ ki, müəyyən bir yaşa kimi ki, mənim buna həqiqətən marağım var, yoxdur. Grandin bilirsiniz nə deyir? İtələyin uşaqlarınızı. Bilirsiniz nə deməkdir o? İnkişafa itələyin. Məcbur edin inkişaf eləsinlər. Hətta bu digər uşaqlar, yəni mən digər uşaqlar deyərək ayırd eləmək istəmirəm, sadəcə mövzu açıq olsun deyə deyirəm. Bütün uşaqları itələyin inkişafa. Gördünüz ki, kiçik bir cüzi belə işıq gördünüz ki, bu uşaqda rəsm qabiliyyəti var, fərqi yoxdur, autism spektri olsun, Down olsun, nitqində problem olsun, olmasın. İtələyin onu rəsmə. Niyə də yox, niyə də ancaq riyaziyyat, ədəbiyyat, tarix oxumalıyıq, niyə hamımız alim olmalıyıq, mən onu anlamam. Yəni, maraq dairəsi varsa, uşaqların üzərində işləyərək yaxşı yerlərə gəlmək olar, emalatxanaların açılmağı. İcmanın yaranmağı, icma, müəllim, işbirliyi, valideyn işbirliyinin olmağı və emalatxananın açılmağı. Bu effektiv yanaşmalar olarsa, biz xüsusi qayğıya ehtiyacı olan uşaqlarda yeni işlər görə bilərik və irəli gedə bilərik. Belə də ümumilikdə, yəni pasiv, negativ yanaşmayaq. Bunlar olmasa belə, təbii ki, bilirsiniz, bu sahədə Azərbaycanda, Rusiyada belə deyim, irəliləyişləri yeni addım atırlar, yeni fikirlərə, yeni düşüncələrə. Ona görə bəlkə də 3 ildən, 5 ildən sonra bunu da görəcəyik. Yəni, negativ düşünmürəm ki, olmaya bilməz. Bəlkə də mənim kimi düşünən çox insan var. Bəlkə də artıq fəaliyyətə keçirmək istəyənlər var. Yəni, insanlar da qınamaq olmaz da. Yeni bir şeydir, yeni bir təcrübədir. Hər kəs yavaş-yavaş bura gəlib çıxır. Sadəcə mən təklifimi dedim ki, bu da olsa, niyə də olmasın? Dövlət dəstək dursa daha xoş. Yəni ki, bu kimi şeylərdə bəzən müəllimələrin də gücü çatmır.
Nə edə bilərlər? Yəni maaşa işləyən insanlar, valideyn də maaşa işləyir, gücü çatmır bunu eləməyə. Maddi durum indiki dövr vəziyyətimiz, yəni reallığı danışaq. Yəni biz deyə bilmərik ki, mütləq özəl bağçalara getməlidir uşaqlar. Axı özəl bağçaların aylıq qiymətləri məlumdur. Bəzi valideynlər bunu edə bilməyəcək. O demək ki, özəl bağçada olan bütün funksiyalarla gedən uşaq yararlanacaq, getməyən uşaq qalacaq kənarda. Bu da yaxşı deyil. Axı onda biz artımı, yəni ki, şoka düşməyək ki, niyə artır? Buna görə artır. Və təəccüblənməyək ki, valideynlər niyə neqativ düşünür, cəmiyyətə qoşulmur. Bəlkə də maddi səbəblərə görə qoşulmur cəmiyyətə. Bəlkə də etmək istəyir, bəlkə də başa düşür ki, o problem var, amma maddi gücü çatmır. Yəni bunları kəşf etmək, axtarmaq, tapmaq uzun işlərdir, çətin işlərdir. Bu tək müəllimin işi deyil, tək hansısa bir loqopedin işi deyil, psixoloqun işi deyil. Bütün cəmiyyət bununla bir olmalıdır. Və bəzi mövzular aktual şəkildə hər zaman qalmalı düşünürəm. Yormadımsa sizi belə bitirmək istəyirəm. Son cümləmi nə deyə bilərəm? Belə deyim, ehtiyacın növündən asılı olmayaraq, ehtiyacın növündən asılı. Məsələn, bir uşağın fiziki məhdudiyyəti var, fiziki köməyə ehtiyacı var, fiziki cəhətdən inkişafına ehtiyacı var. Eləsinin var, nitq qüsuru var. Sensor bacarıqları zəifdir. Bir dənə də bir şey vurğulayım, sonlandırmamış. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara ailədə psixoloji və fizioloji şiddət görmüş uşaqlar da daxildir. Bunu çox insan unudur, bəli. Bizdə olub, Bakıda olub, burada rastlaşmamışam. Psixoloji şiddət görmüş uşaq gəlib, müraciət edib nevroloqa və nevroloq yönləndirib qruplara və buna şahid olmuşdum və hətta müəyyən problemlər də çıxmışdı o barədə o uşağın üzərində. Çox danışmayacağam. Yəni ki, xüsusi qayğı deyirik. Psixoloji şiddət də nə deməkdir? Psixoloji gərginlik nə deməkdir? O uşağın da qayğıya ehtiyacı var deməkdir. Sevgi, qayğı insanın təməlində duran işlərdir. Dövlət bağçaları mən də qatılıram ki, daha yaxşıdır. Bəlkə də insanlar əksin fikirləşir. Çünki dövlət bağçaları ən kiçik resursun belə qədrini bilməyə çalışır. Bağçada işləyən müəllimələri nəzərdə tuturama, yəni ki, rəhbərlik, yaxşı rəhbərlik varsa, rəhbərlik, yəni çalışırlar ki, dövlət nə versə, onu uşaqlara ötürsünlər. Amma özəl bağçalar, üzr istəyirəm, amma bəzən bütün vəsaitləriniz var, amma etmirsiniz. Kənardan elə görsənir ki, edilir, amma edilmir. Halbuki bütün şərait var. Yəni, mümkünsüz heç nə yoxdur. Hər şey sizə verilir. Valideynlər də ki, yəni aylıq 600-700 manat ödəyən valideyn sizə bütün resursları gətirib verər istəsəniz. Ki, əslində bunu valideyn verməli deyil, o boyda aylıq ödəyirsə, gərək bunu resurs bağça təmin eləsin. Bəzən iş təmin etmirlər, etsələr belə məşğul olmurlar. Təbii ki, bu ümumi danışmaq olmaz. Çox uzun mövzudur. Maddiyyata bağlıdır, bəli. Amma belə bir şey də deyim, özəl bağçaların birisi nəyə yaxşı olur? Resursları yaxşı olur. Ona görə özəl bağçalara ən çox üstünlük verilir. Resurs, komfort zona yaxşı olur. Buna görə. Şaşırsınız necə? O səbəbdən. Amma bəzən olur ki, komfortsuz zonada, az resursla çox gözəl nəticələr əldə olur. İnarsınız mənə. Bəzən necə o resursa bizim ehtiyacımız da yoxdur. Çünki qəlbimiz var. Biz elə qəlblə, sevgi ilə də o uşağı nəyisə ötürə bilirik. Mən axı dedim, əsas daxili emosiyaların üzə çıxmağıdır, davranışda yox. Yenə dedim, ehtiyacın növündən asılı olmadan uşaqlara sevgi və qayğı verməliyik. Təəssüf, bəli. Yəni, bunu şahid oluruq. Yəni, yaxşı dövlət bağçaları da var. Yaxşı özəllər də var. Yəni, bir şey varsa ümumiyyətcə, onun pisi də var, yaxşı da var. Müzakirə etməyə əslində açıq mövzudur, amma müzakirə etsək yenə eyni yerə gəlib çıxacaq. Yəni, pisi də çıxacaq, yaxşısı da. Yəni, pisi də pis desə, deyir, qurunun da yaş da yanacaq. Sonra digəri yaxşı gəlib deyəcək, sən niyə ümumi danışdınız axı, biz axı nə qədər işlər görmüşük, onları da orada yandırmayaq. Yəni, yaxşılar da var, çox əziyyət çəkənlər də var. Özəl yerlər var ki, canlı qoyur bu işə ki, uşaqlar nəticə alsın. Bəzi yerlər var ki, mən eşitmişəm, görmüşəm ki, bəzi uşaqları aylığı baha olan yerlər ödənişsiz qəbul edirlər hətta. Yəni, ödənişsiz qəbul, heç bunu bildirmirlər də. Belə şeyləri bildirməyək, bunu sevirəm. Amma ki, mən nəyi deyirəm, bildirək sosialda və yaxud da ki, həyatda, ya sosial media olmasın. Əvvəllər sosial media var idi, yox idi. Əvvəllər necə idi insanlar? Bir icma şəkildə, məsələn, insanlar necə toparlanırdı? Gəlin fikirləşək, bir problem olanda, bir cəmiyyət necə toparlanır, necə həll edirdi bunu sosial mediasız? Bunu belə də edə bilərik. Sosial media olan tərəfi də var, olmayan tərəfi də var.
aldanmasınlar. Bəli, oxuyuram buradan, yazılarınızı görürəm. Valideynlər aldanmasınlar, valideynlər məsuliyyətli olsunlar və səbirli olsunlar. Onlara bol səbir diləyirəm. Onlar çox güclüdürlər. Mən o valideynlərlə fəxr edirəm ki, övladlarına bu qədər dəyər verirlər, sevirlər və övladlarının gələcəyi üçün düşünürlər. Bu çox böyük bir şeydir. Yəni fərqi yoxdur, xüsusi qayğıya ehtiyacı olan, olmayan. Valideyn uşaq dünyaya gətiribsə, onun məsuliyyətini çiyinlərində daşıyır. Hər tərəfli olmalıdır. Mənim doğmuşam mən, dostlar. Deyəsən doğmuşam. Yoxsa yox. Xeyr, doğmamışsınız. Elə bir doğmuşam. Belə. Və fikrimi belə tamamladım. Yazılanları oxuyum. Suallarınız varsa verə bilərsiniz, cavablandıra bilərəm. Bəli, aldanmasınlar, tələbkar olsunlar. Tələbkar yaxşı müəllimi çox da sıxmağa ehtiyac yoxdur. Yaxşı müəllim, yaxşı mütəxəssis işini görəcək. Ondan narahat olmayın. Tələbkar bilirsiniz harda olsunlar. Görəndə ki, uşaqda irəliləyiş yoxdur. Bax, onda tələbkar olsunlar. Amma irəliləyiş olan müəllimi sıxmasınlar, mütəxəssis sıxmasınlar. Bunun əleyhinəyəm. Və birinci başlayanda sual vermişdim sizə. Emosiyalarınızı bölüşərsiniz ki, mən heç bir resurssuz bugün sizin qarşınızda oldum. Və onu deyim ki, mən hər zaman təlimlərə, vebinarlara qoşanda, yəni öz bildiyim çevrə olur hər zaman. Məsələn, valideynlər və yaxud da müəllimələr və ilk dəfədir mən bilmədiyim bir çevrənin təlimində oldum. Ona görə Love Akademiya təşəkkür edirəm. Belə bir şərait yaratdı mənim üçün. Mənim üçün bildirməsəm də bəlkə də hiss olurdu. Həyəcanlıydım, çox həyəcanlıydım. İnanıram ki, yanlış etmişəmsə, səhv bir söz demişəmsə, çox diqqət yetirdim cümlələrimə. Çünki həssas mövzudur. Üzüllü sayın məni, həyəcanıma verin. Amma bacardığım qədər məlumat verməyə çalışdım. Bacardığım qədər fikrimi bildirməyə çalışdım öz işim sahəsində. Yenə deyirəm, mövzu dərindir. Sadəcə bu mövzu üzərində çox işlənməlidir. Müzakirə etsəksə hər kimi burada müzakirə edə bilərik hər bir şey. Siz sağ olun. Başqa sualınız yoxdursa webinarı bitirə bilərik. Nə yazılıb burada? Çox sağ olun. Mən təşəkkür edirəm ki, bu qədər fəal iştirak elədiniz. Həqiqətən çox fəal iştirak elədiniz. Təşəkkür edirəm Aynur xanım, vaxt ayırdığınız üçün minnətdarım. Sağ olun.